Salam əziz müəllimlər, əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Deməli, bu videoda sizlərlə DİM test toplusundan kompüter şəbəkələr və internet bölməsini müzakirə edəcəyik. Birinci sualımızla başlayaq. Deməli, verilmiş elektron poçt ünvanında domen adını müəyyənləşdirməyimiz istənilir. Elektron poçtumuz @ işarəsi ilə ayrılan iki hissədən ibarət olur. Birinci hissə istifadəçi adı, ikinci hissə isə domen adı adlanır. Cavab olacaq A variantı. Simsiz şəbəkə texnologiyalarımızı müəyyənləşdirək. Deməli, Ethernet şəbəkə arxitekturasıdır. WiMAX olacaq, bir də Bluetooth olacaq. Doğru cavab. Provider internetlə təmin edən şirkətdir. Radio siqnallar, peyk rabitəsi və s. bunlar isə naqilsiz qoşulmanı təmin edən üsullardır. Ona görə doğru cavab olacaq 2 və 4 D variantı. İnternet xidməti deyil. Peyk kanalı naqilsiz qoşulmanı təmin edir. B variantı. Usenet bizdə telekonferansların təşkili üçün istifadə olunur. Elektron poçt, elektron məktubların qəbul edilməsi və göndərilməsi üçün istifadə olunur. www internet üzərindən əlyeterliyi təmin edən xidmətdir, internet xidməti adlanır. IRS isə klaviaturadan qarşı tərəflə əlaqə saxlamaq üçün istifadə olunan internet xidmətdir. IP ünvanı ola bilməz. IP ünvanlar 0-255 arası rəqəmlərdən təşkil olunur. 4 dənə akket ədəddən, yəni 4 onluq ədəddən təşkil olunur və ədədlər arasında nöqtələrdən istifadə olunur. Misal üçün, bir dənə doğru IP ünvan yazaq. 214 nöqtə 128 nöqtə, misal üçün 40 nöqtə 90. Doğru bir IP ünvanıdır 0-255 arasında və 4 dənə akset ədəddən ibarətdir və ikili say sisteminə gəldikdə 32 bitlik ikilik ədədi ifadə etmiş olur. Hansı ola bilməz? Təbii ki, 255-i keçən hansıdırsa o. Baxırıq ki, burada 228, 256 var. Baxın, cavab olacaq C variantı. Elektron poçt ünvanında istifadəçi adı ilk hissədə olacaq. A variantı. Şəbəkə kartının funksiyası nədir? Deməli, informasiyanı müvəqqəti saxlamaq yox, kompüteri kabel şəbəkəsinə qoşmaq olacaq. B variantı. Axtarış sistemində relevantlıq xassəsi nədir? Tapılan informasiyanın axtarış meyarına uyğunluq dərəcəsi olacaq. A variantı. Şagird dəftərə yazdığı məktəb serverinin IP ünvanını bərpa etmək istəyir. Ona kömək etmək üçün hərfləri düzgün sıralayaraq IP ünvanını bərpa etməyimiz tapşırılır. Aha. Deməli, hər hansı bir ədədlə başlayaq. Deyək ki, 20 ilə başladıq. 20-dən sonra biz B-ni qoysaq, yəni misal üçün B variantına geçsək. B-ni qoysaq yazırıq 3.13. Aha, birinci ədədimiz 213-dür, qayət doğrudur. Buradan sonra C-ni yazsaq 3.133 yazacağıq. Bu da doğru bir ədəddir və .64. 0-255 arasında doğru nöqtə ilə ayrılmış 4 onluq ədəddir. Demək ki, cavab olacaq B variantı. Daha sonra yanlış fikirləri müəyyənləşdirək. IP ünvanı kodlaşdırmaq üçün 64 yox, 32 bit lazımdır. URL ünvan internet resurslarının rəsmi yerini müəyyənləşdirir. Doğrudur. IP ünvana misal olaraq bunu göstərmək olar. 375 olmaz. 0-255 aralığında olmalıdır. D. Kanadanın yox, Almaniyanın domen ünvanıdır. Protokol kompüterlər arasında informasiya mübadiləsini nizamlayan qayda və standartlar toplusudur. Tamamilə doğrudur. Hosting saytların internetə yerləşdirilməsi xidmətidir. Doğrudur. Cavab olacaq 1, 3 və 4, yəni Y variantı. Daha sonra doğru mülahizələr müəyyənləşdirmək lazım. Elektron poçt ünvanında istənilən simvoldan istifadə oluna bilməz. Rutur aktivdir, doğrudur. Rutur eyni zamanda marşrutlayıcı da adlanır. Şəbəkə nömrəsi müxtəlif olan kompüter şəbəkələrini əlaqələndirən qurğu da adlanır. Deməli, daha sonra simsiz bağlantı zamanı yalnız radio siqnallardan istifadə edilir. Başqa variantlar da var. IP 32 bitlikdir, doğrudur. HTTP internet xidmətidir. Bu yanlışdır. HTTP protokoldur. Ona görə də bizdə doğru mülahizələr olacaq 2 və 4. Yəni Y variantı. Daha sonra cədvəl axtarış sistemində sorğular və müvafiq axtarış nəticəsində internetdə tapılmış səhifələrin sayı verilib. Aha, qaval sorğusu üzrə tapılan səhifə sayını müəyyənləşdirmək lazımdır. Baxaq. Deməli, burada qaval və qoşanağı da var və hər ikisinin ortağı var. Onu da biz deməli dairələrimizdən istifadə edəcəyik və dairələr bu şəkildə iç-içə çəkiləcək, bir-birinin ortağı olan bir formada qeydiyyatımızı aparacağıq. Deyək ki, bu birinci olsun qaval, bu da olsun qoşanağı. Aha, ikisinin ortağı dediyimiz hissə, baxın, bu hissədir. Qaval and qoşanağı bu hissədir. Bu hissə bizdə 3-dür. Qoşan ağıra 93-dür. Bu hissə 93-dür. Onda bu ümumi halqanın bu hissəsi 3-dürsə və ümumi 93-dürsə, onda baxın, bu hissəyə nə qalır? 93-dən 3 çıxacam, qalır 90. Daha sonra
Qaval or qoşmalara or içlər cəmidir. Yəni bax bu gördüyümüz hər iki halqanın içlər cəmi bizdə oru verir. Ümumi cəm bizdə 265-dir və qaval sorğusu üzrə tapılan səhifə sayı müəyyənləşdirilməlidir. Buradan x yazsam, mən bu içlər cəmini 265-ə bərabər götürsəm, x-i müəyyənləşdirə bilərəm. Deməli, x üstə gəl 3, üstə gəl 90 bərabər 265. Buradan deməli, oradan gələcək 93. X üstə gəl 93 bərabər 265. X də buradan olacaq 172. Bizim tapdığımız bu nəticə, baxın, bu x hissəsidir. Bura 172-dir. Bizdən soruşulur qaval sorğusu. Yəni, ümumi bu qaval halqası var. Baxın, bu halqa soruşulur bizdən. Bütöv bu halqanı istəyir. 3 buradadır, 172 buradadırsa cəm olacaq 172 üstə gəl 3, 175. Yəni, D variantı. İndi buna uyğun aşıq musiqisi and muğam sorğusu üzrə səhifə sayını tapmaq lazımdır. Baxaq. Burada 3 anlayış var. Aşıq musiqisi, opera və muğam. Və üçünün də ortağı and hissəsi var. Demək ki, bizim halqalarımız iç-içə çəkilməlidir və üçünün də ortağı qeyd olunmalıdır. Bu deyək ki, olsun birinci halqamız. Daha sonra bu rəng götürək. Bu olsun bizim ikinci halqamız. Və bu da olsun üçüncü halqamız. İndi davam edirəm. Deməli, aşıq musiqisi yazaq. Aşıq musiqisi. Opera and muğam. Opera və muğam. Bax, üçünün ortağı dediyimiz hissə bu hissədir. Baxın, üçünün ortağı aşıq musiqisi, opera və muğamın ortağı, yəni hər üç dairədən bir hissə, baxın, bu hissədə toplanır. Bu hissə verilib bizə 25. Buradan yazıram 25. İndi aşıq musiqisi and opera or muğam verilib. Gəlin əvvəlcə bu mötərizəni açaq. Görək bu hissə bu dairədə hansı hissələri əhatə edir. Deməli, buradan yazılıb aşıq musiqisi. Əndi biz vurma kimi götürə bilərik. Opera or muğam. Opera üstəgəl, orada üstəgəl kimi götürək muğam. İndi buradan mötərizəni açsaq yazacağım. Aşıq musiqisi vurulsun opera. Üzərinə gəlmir aşıq musiqisi. Vurulmuş muğam. Aha, indi baxın, bizə bu iki hissənin cəmi lazımdır. Gəlin, indi bu hissəni dairədən tapaq. Aşıq musiqisi and opera hansı hissədir? Bax, aşıq musiqisi and opera. Bu, aşıq musiqisi ilə operanın ortaq hissəsidir. Yəni, bir dənə qələmin rəngini bu rəngə edək. Baba, bu hissədən söhbət gedir. Bax, bizim o birinci hissəmiz buradır. Bura oldu aşıq musiqisi və opera. Hətta rəngi də burada uyğunlaşdıraq. Bəs aşıq musiqisi və muğam hansı hissədədir? Aşıq musiqisi və muğam da, baxın, bu hissədir. Bu hissədə bizdə bütövlükdə aşıq musiqisi və muğamdır. Burada yazılıb bu formada. Deməli, baxın, bizə bu dairələr lazımdır. Bu rənglədiyim hissələr lazımdır. Bu hissələrin ümumi cəmi 338-dir. Başqa hansı məlumatlar verilib? Deməli, aşıq musiqisi and operanı qeyd etmədim bunu deyəsən. Hə, aşıq musiqisi and opera ümumi bu bənövşəyi rəng olan hissədir. Və buradan bayaq qeyd eləmişdik. Bu ümumi hissə bizdə 258 verilib. Əgər ümumi 258 isə və bu hissəyə 25 qalırsa, 258-dən çıxsam 25-i, onda bu hissəyə 233 qalacaq. İndi bizdən soruşulur aşıq musiqisi and muğam. Yəni, baxın bu hissə. Bizdən soruşulan bu hissədir. Biz buranı müəyyənləşdirməliyik. Bizə bu 3 hissənin ümumi cəmi 338 verilib. Bura x-dırsa, onda 3-ünü cəmləyib 338-ə bərabər götürüb x-i müəyyənləşdirə bilərik. Yazaq, x üstə gəl 233, üstə gəl 25, bərabər 338. Buradan 233 ilə 25-in cəmi bizə verəcək 258-i. Deməli, x buradan eləyəcək 258 bərabər 338. Buradan da x-imiz 80 alınmış olacaq. Bizə də bu hissə lazım idi. Aşıq musiqisi and opera. Baxın, bu hissə. Biz buradan x-i müəyyənləşdirdik 80. X, baxın, bu hissədir. Mən dedim, axı, bütöv bu qaraladığım hissə lazımdır bizə. 80-ı buradadır, 25-i də buradadır. 80-ın üzərinə də 25 gəlsək, 5, 8, 2, 10. Nəticəmiz ümumi 105 alınmış olacaq. Ümid edirəm, məntiqi aydındır. Mötərizəni açsa, baxın, bu yazının hansı hissələri əhatə elədiyini öyrənsək, davamlı gələcək. Daha sonra, deməli, axtarış nəticəsinə əsasən
Artma ardıcıllığı. Baxın, biz bir nüansı qeyd eləməliyik. Məsələ nədir? Əgər əndlər varsa, onda axtarışda daha az məlumat əldə olunacaq. Çünki ənddə ortaqlar götürülür. Amma orada daha çox məlumatlar əldə olunacaq. Bizə artma ardıcıllığı deyirsə, azdan çoxa, yəni ənddən ora doğru getməliyik. Burada ənd hardadır? Bax, Qız Qalası, Atəşkəh və İçəri şəhər. Üçünün arasında ənd yazılıb. Demək ki, ən az nəticə buradan alınacaq. Onda C-ni birinci yazaram. Daha sonra ənd yazılıb B-də. Bura B yazaram. Daha sonra orada daha çox nəticədir. 2 dənə oradan biraz çox nəticə olacaq və 3 dənə oradan lap çox nəticə alınacaq. Cavab olacaq C, B, D, A. Yəni C variantı. Daha sonra indi buradan azalma ardıcıllığı. Onda çoxdan aza doğru gəliriksə, orları birinci qeyd edək. B-ni birinci yazaq. Daha sonra yenə or var, A-nı yazaq. Bircə dəqiqə, üzrü sayın. B-A'dan getmiyor. Bilirsiniz niyə? Çünki burada monitor, modem, kompüter, internet 4 dənə obyekt var. Ona görə ən çox nəticə A-dan gələcək, sonra B-dən gələcək. Daha sonra D-dən, burada da or var axı və ən sonunda C-dən. A, B, D, C olmalıdır. Cavab olacaq B variantı. İndi IP ünvanını biz onluq say sistemində ifadə etməliyik. Gəlin yaxınlaşdıraq və ifadəni onluq say sisteminə gətirək. Deməli, biz demişdik ki, IP ünvan ümumi 32 bitlik ədədlərdən təşkil olunur ikilik say sistemində. Onda mən burada parçalamanı 8-8 aparmalıyam. İndi başlayaq. Deməli, 1, 2, 3, 4, 5, 6, 7, 8. Buradan bölürəm. 1, 2, 3, 4, 5, 6, 7, 8. 1, 2, 3, 4, 5, 6, 7, 8 və 3, 6, 8. Aha, və hər bir ədədi ayrı-ayrılıqda ikilik say sistemindən onluq say sisteminə gətirməliyəm. Birinci ədədimizlə başlayaq. Deməli, birinci ədədimiz budur. Bunu yazdıq bura. Bu olsun 1. Deməli, bu ikilik say sistemindədir. 0, 1, 2, 3, 4, 5, 6, 7. Aydın məsələdir ki, sıfırlar vurulacaq və sıfıra gedəcək. Ona görə sadəcə birincini yazıram. 1 vur 2 üstü 7. Nəticə olacaq 128. İkinci ədədimiz, növbəti ədədimiz bu ədəddir. Deməli, bunu gəlin götürək bu şəkildə. Bu olsun bizim ikinci ədədimiz. Deməli, 0, 1, 2, 3, 4, 5, 6, 7. Buradan da nə gələcək bizdə? 1 vur 2 üstü 7 və ən sonuncu ədəd 1 vur 2 üstü 0. 2 üstü 0 1-i verəcək. 128 də buradan. Nəticə olacaq 129 ədədi onluq say sistemində. Üçüncü ədədimiz deməli belə bir ədəddir. Bunu gətirək. İkili say sistemində 0, 1, 2, 3, 4, 5, 6, 7. Buradan da 1 vur 2 üstü 7, üstə gəl 1 vur 2 üstü 6, 1 vur 2 üstü 5, 1 vur 2 üstü 4, 1 vur 2 üstü 3, bircə dəqiqə, 1 vur 2 üstü 3, 1 vur 2 üstü 2, 1 vur 2 üstü 1 və 1 vur 2 üstü 0 gəlir. Bu cəmdə bizdə 255 alınmış olur. Və ən sonuncu ədədimizə gələk. Sonuncu ədədimiz bu şəkildədir. Deməli, bu ədədimizi də gətirsək, dördüncü ədəddir bu da. 0, 1, 2, 3, 4, 5, 6, 7. Burada da bir dənə 1 vur, 2 üstü 5-i götürəcəm. Bu da bizə 32-ni verəcək. Beləliklə, 128, 129, 255 və 32. Belə bir IP ədəd alınmış olacaq. 125, 128, 129, 255 və 32 B variantı. Daha sonra düzgün IP-ni bərpa etməyimiz tapşırılır. Deməli, burada nədən başlamalıyıq biz? Nöqtə ilə başlamaq olmaz, B ilə başlamaq mümkün deyil. Variantların çoxunda D ilə başlayırlar. Gəlin D ilə başlayaq. 16 ilə başlasaq, buradan sonra nəyə yaza bilərik? C-ni yaza bilərik. Deyək ki, yazdıq C. Yəni 6.23 yazaq. C-dən sonra A-nı yazsam 4.213 və ən sonunda B 28. 234, 213 qayət doğru ədədlərdir. Onda bu bizdə necə olacaq? D, 234, C, A və B. Nəticə olacaq buna əsasən Y variantı.
IP ünvanının onluq say sistemindəki təsviri üçün aşağıdakı qeydlər verilmişdir. Buna əsasən ikili say sistemini təsvir etməliyik. Tamam, baxaq. Deməli, IP-nin ilk və son ədədi 206-ya bərabərdir. Yəni, ikili say sistemində bir yanında 1, 2, 3, 4, 5, 6 dənə sıfır olan bir ədəddir. İlk və son ədədi. Bu da bizdə 8 biti ümumi verməlidir deyə 8 bitə tamamlamaq üçün əvvəlinə lazımi sayda sıfır artırmalıyam. Yəni, ümumi burada 7 rəqəmli ədəddir. Bir dənə sıfır artırmalıyam ki, bu 8 rəqəmli ədədə tamamlansın. Yəni, 8 bitə tamamlansın. Buna əsasən, deməli, 0-1 ilə başlayan variant bizdə D və Y olacaq. A, B, C, getdi, D, Y. Və bizə deyir ki, ilk və son ədədi. Yəni, ilk ədəd də bu olmalıdır, son da bu olmalıdır. Bu, D üçün, Y üçün ödənir. İkinci və üçüncü ədədlərə uyğun olaraq bu iki ədədə bərabərdir. 2 üstü 7 bizdə bir yanında 7 dənə sıfır olan bir ikili ədəd verir. 3, 5, 2 də buradan 7. Onda bizim ikinci ədədimiz bu şəkildə olmalıdır. Bir yanında 7 dənə sıfır. Deməli, 3, 6, 7 dənə sıfır. Bəli, elə ona əsasən doğru cavabımız olacaq D variantı. Daha sonra heç digərinə baxmağa ehtiyac yoxdur. Lap əgər baxsaq belə 2 üstü 7 üstə gəlinsin bir ədədi var. Bu da elə bilin ki, belə bir ədəddir də. Bir yanında 7 dənə sıfırın üzərinə 1, 2, 3, 4, 5, 6, 7 dənə sıfırın üzərinə bir dənə 1 gəlir. Siz buradan nə alırsınız nəticəni? 1, 2, 3, 4, 5, 6 dənə 0, 1. Belə bir ədəd almış. Bu da bizə D variantına uyğun gəlir. İndi bu ədədi gətirməliyik ikili say sisteminə. 32 ədədi 2 üstü 5-i verir. Yəni, 2 üstü 5 də bizdə bir yanında 5 dənə 0 olan bir ədəddir. Bir yanında 1, 2, 3, 4, 5 dənə 0. Ümumi 6 rəqəmli ədəddir. 2 dənə 0 artırmalıyam ki, 8 dənə bitə tamamlaya bilim. Əvvəlində 2 dənə 0 gələn A, B, C getdi, D getdi, elə Y variantı olacaq. Davam eləsək, 128 özü 2 üstü 7-yə bərabər olan bir ədəddir. Yəni, 2 üstü 7 də bizdə bir yanında 7 dənə 0 verən bir ədəddir. Həqiqətən də buradan görsək 7 dənə 0 verir. 127-ni necə yazaram mən? 127-ni biz ikili say sisteminə gətirsək, onluq say sisteminə ikiliyə gətirsək, necə yaza bilərik? 255 6 dənə birdən ibarət olan bir ədəddir. Bu aydın məsələdir. 6 deyirəm, 8 dənə bir. Deməli, elə cavab Y variantı gəlir. Sadəcə 127-ni necə rahat yaza bilərəm, onu düşünürəm. Bir dəqiqə. 2-yə belə getmək olar, o daha uzun bir üsuldur. Daha qısa şəkildə belə yazaram. 127, 128 çıxılsın 1 deməkdir də, düz deyil. 128 özü bir yanında 7 dənə 0 olan bir ədəddir. 2, 4, 6, 7 dənə 0 olan bir ədəddir. Bundan 1 çıxsam ikili say sistemində. Hər bir qonşu özündən sonrakına 2 pay verə-verə gəlir bura. 2-dən 1 çıxıram, qalır 1. Bunların hamısı 1-ə çevrilir onda. 1, 2, 3, 4, 5 dənə 1 yaranır. 3, 4, 5 dənə 1 yaranır. Bu da 0 olur. Beləliklə, belə bir ədəd alınır. Bunu da 8 bitə tamamlamaq üçün əvvəlinə 0 artırır. Bu da bizə istədiyimiz nəticəni vermiş olur. Daha sonra, indi baxarıq 19 nömrəli sual nömrəmizə. Görək burada bizdən nə istənilir. Fayl şəbəkə ilə ötürülməzdən əvvəl istifadəçi tərəfindən arxivləşdirilir ki, daha tez göndərilə bilsin. Arxivləşdirilən zaman faylın həcmi 35% azalır. Və ötürülmə sürəti, yəni V bərabər 13 vur 2 üstü 23 bit böl saniyədir. Tamam. İlkin həcmi də bu qədərdir. Əla. Demək ki, bizim 100%-də olan həcmimiz 12.000 megabaytdır. 12.000 megabaytdır. Və bizə deyir ki, 35% arxivləşdirilir. Biz bilirdik ki, arxivləşdirmə məsələlərində, sıxlaşdırma məsələlərində yerdə qalan prinsipindən istifadə olunur. Yəni, ümumi 100%-dir. Bunun 35% arxivləşdirilibsə, yerdə nə qədər qalıb? 65%. Onda biz 65%-də olan həcmi müəyyənləşdirməliyik. Buradan x-i tapmaq üçün 100 məxrəcdə 65 vur 12.000 sürətdə yazmış olacaq. Bunlar buradan ixtisar gedəcək. 65 vurulsa 12-yə bizim nəticəmiz olacaq 780. 780 və bir dənə də 0 buradan gəlir. 7800 megabayt almış oluruq. Demək ki, H da bərabər yeni həcm 7800 megabaytdır. Bu məlumatlara əsasən dəqiqə tələb olunur, yəni T-ni tapmalıyıq. Deməli, bizim sürət düsturumuz necədir? H bərabər V vur T. Buradan T-ni müəyyənləşdirmək üçün H-ı böləcəyik V-yə. H bizdə neçədir?
7800 megabayt. 7800 də megabaytdan bitə gətirmək istəyirsə 223-ə vurmalıyıq. Bunu yazırıq bit kimi. Bölünmüş məxrəcdə də 13 vurulsun 223 bit saniyə də çıxır yuxarı. Bu şəkildə bir vəziyyət alınır. Bunlar buradan ixtisar gedir. 7800 də 13-ə bölünsə deməli neçə dəfə düşür? 6 dəfə düşəcək. 2 dənə də 0 buradan olacaq 600. Demək ki, nəticəmiz olacaq buradan 600 saniyə. Bizə deyir ki, neçə dəqiqə tələb olunur? Aha, bir dəqiqəmiz əgər 60 saniyədirsə, onda 600 saniyəmiz neçə dəqiqə olacaq? X-i müəyyənləşdirmək üçün 60 məxrəcdə, 600 sürətdə. Bunlar buradan ixtisar gedəcək. 60 da 6-ya bölünəndə nəticə olacaq 10 dəqiqə. Yəni cavab olacaq D variantı. Daha sonra indi verilmiş bu soruya əsasən futbol and voleybol sorğusunun nəticəsini müəyyənləşdirmək lazımdır. Gəlin indi buna baxaq. Deməli, futbol və voleybolda sadəcə başqa bir məlumat yoxdur. Aha, and soruşulur. Demək ki, ikisinin ortaq olan hissəsi soruşulur. 2 dənə dairə çəkəcək, 2 dənə obyektimiz var bizim. Bu birinci dairəmiz olsun, bu da ikinci dairəmiz olsun. Deməli, bu olsun futbol. Bu da olsun voleybol. Deməli, futbol 2500-dür. 2500-dür. Voleybol isə 1900-dür. Futbol or voleybol 3600-dür. Yəni, bütün içlər cəmi bizdə 3600-dür. Aha. Bizdən nə soruşulur? Futbol and voleybol. Yəni, baxın, bu hissə soruşulur. İndi məsələ nədir? Bura x-dir. Onda bu hissəyə nə qalacaq? 2500 çıxılsın x qalacaq. Bu hissəyə isə 1900 çıxılsın x qalacaq. Onda bu içlər cəmini toplayıb 3600-ə bərabər götürsəm, x-i müəyyənləşdirə bilərəm. Yazıram. 2500 çıx x, üstə gəl x, bu çıx x, bu hissə, üstə gəl bu x, üstə gəlinsin 1900 çıxılsın x. Bərabərdir 3600. Buradan bu x-lar gedəcək. 2500 ilə 1900-ün cəmi bizə verəcək 4400-ü. Nəticə olacaq 4400 çıxılsın x bərabər 3600. Ən sonunda da 4400-dən 3600-ü çıxsam, x üçün nəticəni 800 tapmış oluram. Bizdən də elə sırf x soruşulurdu. X də baxın bu hissədir. Yəni ikisinin ortaq hissəsi. Cavab olacaq 800 buna əsasən. Yəni B variantı. Daha sonra İkili say sistemində verilib, IP ünvanı onluq say sistemində gətirin. Burada artıq nöqtələrlə ayrılıb. Gəlin baxaq. Deməli, bayaq nə dedik? Bayaq dedik ki, deməli 3, 6, 8 dənə 1-dirsə, bu bizdə 255-i verir dedik. 2, 4, 6, 7 dənə 0 var. Yəni 2 üstü 7 ədədidir. Bu bizdə 128-i verəcək. Onda 128, 255-dir. İkinci üçüncədədir. 128, 255 burada ödənir. Bir də burada ödənir. Onda bunları çıxsam, üçüncü ədədimiz də ikinci ədədimizdən fərqli bir ədəddir. Yəni ikisi də 255 deyil, onda bu da deyil. Demək ki, cavab olacaq Y variantı. Bu şəkildə rahat tapmaq mümkündür. Əks təqdirdə nə edirik? Bütün ədədləri 2 yazırıq. Yəni say sistemin əsasını və ikilidən onluğa gətiririk. Mən sadəcə qısa yolla işləməyə çalışdım. Baxın, bunu biz bayaq çevirmişdik. Almışdıq 255. Bu da bir yanında 7 dənə 0, 207-ni verən bir ədəddir. 207 128-dir. Bu iki ədədi tapanda B və Y variantlarını gördük. Daha sonra gördük ki, B variantında 255 yazılıb. Axı burada son iki rəqəm eyni deyil. Necə bu da 255 olsun? Ona görə B variantda səhvli qalır Y variantı. İndi baxırıq bura. 255, 128 verilib. Yəni 255 bizdə 8 dənə 1 verəcək. Bu da bir yanında 7 dənə 0 verəcək. Buna əsasən doğru cavab. Deməli, birincisi 8 dənə 1-dir, ikincisi 7 dənə 0-dır. Və 7 dənə 0 deyirəm, ona görə bu olmayacaq. Daha doğrusu ikinci, üçüncü rəqəmlərindən söhbət gedir. Və indi bircə dəqiqə. Görək variantları necə çıxış edə bilərik. Dedik ki, burada bu sıfıra ehtiyac yoxdur. Yəni bu səhv bir variant ola bilər. Qalır bizdə A, C, D variantları. İkinci, üçüncü rəqəmlər hamısında eynidir. Sadəcə bir dənə 0 sayına baxın. 3, 6, 7 dənə buradadır. 3, 6, 7 dənə buradadır. 3, 6, 8 buradadır. 3, 6, 8 buradadır. Amma bu səhvdir. Baxın, bu səhvdir. Bizdə bilirsiniz, birinci rəqəmimiz 255, ikinci 128. Burada tərsinə yazılıb. Ona görə C də səhvdir. Qalır bizdə A və D variantları. İndi
212 və 254 ədədləri qalır. 254-ü necə tapa bilərəm? Bayaq dedim ki, 255 bir yanında 8, daha doğrusu 8 dənə birdən ibarət bir ədəddir. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə 1. Mən bundan 1 çıxsam, 254 ala bilərəmmi? Birdən 1 çıxacam, eləyəcək 0. Yerdə qalan hamısı 1 olacaq. Bəli, ala bilərəm. Onda bizim sonuncu ədədimiz də sonu 0-la bitən bir ədəddir. Onda bizdə A-da uyğun gəlir, yenə D-də uyğun gəlir. Yox, D uyğun gəlmir. Baxın, sonunda bir dənə 0 olmalı dedik. Onda D uyğun gəlməyəcək. Cavab olacaq buna əsasən A variantı. Daha sonra 212 bit sürətlə işləyən modem müəyyən bir məlumatı 5 saniyə vaxtı sərf etmişdi ötürmək üçün. Həmin məlumatın 16 simvol əlifbada kodlaşdırıldığını bilərək, məlumatın neçə simvoldan ibarət olduğunu müəyyənləşdirmək lazımdır. Aha. Deməli, sürət verilib, zaman verilib. Əvvəl oradan bit həcmi müəyyənləşdirək. Daha sonra da simvol sayına baxaq. V bərabər 2/12 bit böl saniyə. T də bərabər 5 saniyə. Bu məlumatlara əsasən H bərabər V vur T-yə əsasən 2/12 vurulsun 5 bit nəticəsini əldə etmiş oluram. 16 simvollu əlifba dedikdə söhbət N-dən gedir. N bərabər 16-dırsa, onda bir simvolun həcmi I 4 bit olacaq. Bizim məlumatlarımız I var, həcm var. Və neçə dənə simvoldan ibarət olduğu soruşulur. Onda simvol sayı vur, deməli, bir dəqiqə. Simvol sayı vurulsun I bit, vur I bit, bərabər həcm düsturuna əsasən simvolların sayını tapmaq üçün həcmi, yəni 2/12 vurulsun 5 biti böləcəm 4 bitə, yəni 2/2 bitə. Buradan bitlər gedəcək, 2/2 ilə 2/12 gedəndə qalır 2/10 vurulsun 5. 2/10 1024-ü verir, bu da 5-ə vurulanda 5120 simvol alınır. Cavab olacaq 5 vur 2/10 və ya 5120, yəni C variantı. Daha sonra deməli, V verilib, Unicode sistemində kodlaşdırılıbdır və simvol sayı mətndəki səhifələrin sayı müəyyənləşdirilməlidir. Gəlin baxaq. V bizdə 7680 bit böl saniyədir. Unicode sistemində kodlaşdırılıbsa, onda I bərabər 16 bit və ya 2 baytdır. Bildiyimiz kimi Unicode-da bir simvol yaddaşda 16 bit və ya 2 bayt yer tutur. Hər səhifəsində 400 simvol var, yazaq. Simvol sayı bərabər 400. Və T də bərabər 1/5 dəqiqədir. T də bərabərdir 1/5 dəqiqə. Bunu saniyəyə çevirsək, elə 90 saniyə yaza bilərik. Daha sonra və səhifə sayı soruşulur. Səhifə sayı soruşulur. Səhifəni tapmaq üçün biz buradan H-ı da müəyyənləşdirməliyik. H-ı necə müəyyənləşdirəcəyik? Baxırıq ki, burada V var, T var. Buna əsasən birinci H-ı tapmaq istəsək, H bərabər V vur T yazacaq. Yəni 7680 vurulsun 90 saniyə. Buradan da 7680-ı vursaq 90-ı nəticəmiz olacaq. Ya da vurmayaq. Niyə vururam ki, bu qədər uzun? Elə bu şəkildə yazaq bunu bitlə. Çünki ixtisarda gedəcək də, yəni. İndi səhifə sayını tapırıq. Deməli, həcmimiz var, simvolumuz var, I bitimiz var, səhifəni tapmaq lazımdır. Yazırıq. Simvol sayı vurulsun səhifə sayı, vurulsun sətir sayı, vurulsun I bit bərabər həcm. Hər hansı bir məlumat yoxdursa toxunmuruq, eyb yoxdur. Bizdən səhifə soruşulur, yazırıq. Səhifələr bərabər həcm, yəni 7680 vurulsun 90 bit. Bölünsün, bitlə yazırıqsa 16-nı da bitlə yazaq, yəni 2/4 bit yazaq 16-nın yerinə və simvolda 400 yazaq. 400. Onda bu iki sıfırla buradakı sıfırlar gedəcək. Yuxarıda qalacaq 768 vurulsun 9. Məxrəcdə qalacaq 2/4 buradan, 2/2 buradan, 2/6. Yəni 64. Daha sonra 768-i bölsəm 64-ə nəticəmiz olacaq 12. Bunlar getdi, qaldı 12. 12 də vurulsa 9-a nəticəmiz 108 dənə simvol alınmış olacaq. Yəni cavabım olacaq D variantı. Daha sonra indi baxırıq bu sualımıza. Truecaller 24 bit sistemində kodlaşdırılmış raster təsvirin piksel həcmi verilib. Aha, Truecaller bizdə eyni zamanda RGB-dir bildiyimiz kimi. RGB-də də bir pikselin həcmi 24 bitdir. Və bizdə
A vurulsun B. Yəni təsvirin enində və hündürlüyündə olan piksellərin sayı 800 vurulsun 600 edir. Biz bu məlumatlara əsasən təsvirin yaddaşda tutduğu yeri tapa bilərik. H bərabər A vur, B vur, i bit düsturuna əsasən buradan H-ı müəyyənləşdirsək, A vur B 800 vurulsun 600, i bit isə 24 bit alınmış olur. Bu formada da saxlayacağım. V də bizdə verilib 32.000 bit böl saniyə və bizdən nə qədər vaxt istənir. Yəni t-ni tapmalıyıq. Deməli, h var, v var, t-ni müəyyənləşdirmək üçün h-ı v-yə böləcəyik. H bizdə 800 vurulsun 600 vurulsun 24 bitdir. Mən bu hesablamanı aparmağa ehtiyac duymuram. Çünki onsuz da yəni məxrəcdə yazanda hamısı ixtisar gedir də. Nə qalır ki burada? 32-nin yanında da 3 dənə 0 bitlə yazanda bunu vururuq saniyəyə. Bunlar buradan ixtisar gedir. Deməli, yerdə nə qalır? 3 dənə 0, buradan 2 dənə 0, buradan da 1 dənə 0. Bunlar getdi. İndi 32 ilə 80 ixtisar gedir neçəyə? 16 ixtisar gedir. 80 16-ya bölünəndə 5 qalır. 32 16-ya bölünəndə 2 qalır. Aha. 2 ilə 24 gedir, 12 qalır. 12 5-ə vurulsa 60, 6-ya da vurulsa 6 dəfə 6 360 eləyəcək saniyə ilə. Bizdən nə soruşulur? 360 saniyə zaten yoxdur, onda dəqiqəyə çevirək. Deməli, 1 dəqiqəm əgər 60 saniyədirsə, onda 360 saniyə neçə dəqiqə eləyəcək? X-i müəyyənləşdirmək üçün 360-ı böləcəm 60-a, nəticə olacaq 6 dəqiqə. Doğru cavabımız ya 360 saniyə ya da 6 dəqiqə olmalıdır. Baxırıq ki, variantlarda 6 dəqiqə var, ona görə cavab olacaq C variantı. Aha, indi axtarışa əsasən Azərbaycan Əmr Respublika sorğusunun nəticəsini müəyyənləşdirmək lazımdır. Gəlin biraz yaxınlaşdıraq. Bizə sadəcə soruşulan hissə maraqlıdır. Deməli, baxaq görək hər üçünün ortağı varmı? Deməli, baxıram ki, bəli, Azərbaycan, Bakı, Əmr Respublika hər üçünün ortağı var. Onda biz bu halqaları iç-içə çəkməliyik. Bu birinci halqamız olsun. Bütün halqaları çəkək. Deməli, başlayaq yazmağa. Bura olsun Azərbaycan, bura olsun Bakı, burada olsun Respublika. Azərbaycan 50-dir, bu halqa 50-dir. Bakı 80-dır, bu halqa 80-dır və Respublika 100-dür. Burada 100-dür. Üçünün ortağı, yəni baxın, bu hissə bizdə 5-dir. Buranı yazdıq. Daha sonra Azərbaycan Orbaku 110-dur. Azərbaycan Orbaku bircə dəqiqə. Azərbaycan Baku, baxın, bizdə bu halqaların içləri cəmidir. Bura 110-dur. Daha sonra nə deyir bizə? Bakı and Respublika 30-dur. Bakı and Respublika, baxın, bu hissəni əhatə edir. Belə yazaq da. Bakı and Respublika bizdə bu hissədir. Bu hissə ümumi bizdə verilib 30. Bura 30-dursa, 5-i bura düşürsə, onda 25-i də bura düşəcək. Daha sonra, indi bizdən nə soruşulur? Azərbaycan Əmr Respublika soruşulur. Yəni, bizdən soruşulan halqa, baxın, bu hissədir. Buradan ta ki, bura gedir. Bizdən bu halqa soruşulur ümumi şəkildə. İndi, Bakı, Azərbaycan və Respublika üçünün ortağı, yəni bütün içlərin cəmi 165-dir. Biz burada nəyi müəyyənləşdirə bilərik? Bakı Əmr Respublika 30-dur, qeyd etdik bunu. Azərbaycan Orbaku 110-dur, bunu da qeyd etdim. 100, 80, 50-ni də qeyd etdim, bunları da qeyd etdik. Və indi üçlər cəmi verilib. Aha, indi məsələ nədir? Bax, baxıram ki, yuxarıda olan bu iki halqa var, Azərbaycandan Bakı halqası. Ümumi 110-dur. Və obşi ümumiyə 3 halqanın 3-ü də 165-dir. Onda mən bunu necə götürə bilərəm? Bura x yazsam, bura x yazsam, buranı bilmirəm axı neçədir. Onda 110 üstə gəl x bərabər 165 qeyd eləsəm, buradan x-i neçə taparam? Niyə elə yazıram deyə soruşdunuz. Çünki iki halqa cəmi 110-dur, ümumi halqaların cəmi də 165-dir. Bu iki halqa yuxarıkılar söhbət gedir də, bu iki halqa deyəndə. Bura qalır onda naməlum olaraq. Ona görə bu formada yazdım. 165-dən çıxsam 110, bura qalacaq 55. 55. Ümid edirəm düz gedirəm bircə dəqiqə. Buranı 55 tapsaq. Buranı 55 tapsaq. Onda bax bu göy halqa var, Respublika halqası. Bunun ümumisi bizdə nə qədərdir? 100-dür. Və 25-i burada, 5-i burada, 55-i də buradadır. Onda buranı müəyyənləşdirmək üçün 5-in üzərinə 25, üzərinə x bərabər 100 yazsam,
Hə, bir də 55 qaldı. 55 də yazsam, buradan necə bir nəticə alacam? 25, 5 oradan 30 eləyəcək. 55-dən 85 eləyəcək. Düzdür? Yazacam onda 85 x bərabər 100. Onda x bizdə 100-dən 85 çıxsam eləyəcək 15. İndi məsələ nədir? Bu x bizdə burada oldu 15. Belə bir nəticə tapdıq. Bizdən soruşulur Azərbaycan Respublika, yəni ümumi soruşulur. 15-i buradırsa 5-i də bura olacaq. Onda nəticəmiz bizdə 20 alınmış olacaq. Ümid edirəm aydın oldu. İndi bir dənə baxaq variantlara. Nəticəmiz bəli, buna əsasən 20 alınmış olacaq. Bax, gəlin yenidən üzərindən keçin, ola bilsin qaranlıq qaldı. Bax, bizə deyir ki, Azərbaycanla Bakı ümumi şəkildə 110-dur. Bunu verir hazır şəkildə. Və bütün içlər cəmi, yəni bax bu halqalar, bura hamısı içlər cəmini də bizə 165 verir. Amma məndə naməlum olan hissə bu hissə qalır. Yəni ümumi buradan yuxarı hamısı var, bir dənə bura naməlum qalırdı. Buradan yuxarı 110. Onda buranı tapsam əgər, məndən zaten bu hissə istənilir. Buranı tapsam avtomatik olaraq digər hissə tapılacaq. Buradan x-i 55 tapdım. Bu 55 də, 25 də, 5 də, x də, bu 4 rəqəmin 4-ü də Respublika halqasına aiddir. Respublika ümumi 100-dürsə, onda bunların cəmini 100-dən çıxsam, nəticə bizdə, baxın, bu x-i vermiş olacaq. Daha sonra da biz bu ümumi tapmalıyıq axı bu hissəni. X 15-dirsə, onda bu ümumi hissə 15 ilə 5-in cəmi bizə 20-ni vermiş olur. Daha sonra indi baxırıq bu sualımıza. Deməli, məlumdur ki, cəmi 240 MB məlumat ötürülüb. Aha, h bərabər yazaq 240 MB. Daha sonra nəzərə alsaq ki, vaxtın ilk 1/3 hissəsinin ötürülmə sürəti bu qədərdir. Vaxt ümumi 3/3 hissədir də. T1 bizdə, T ümumi belə deyək 3/3-dür. İlk 1/3 hissəsi, 1/3 hissəsinin ötürülmə sürəti bizdə 3 vurulsun 2/21-dir. Yerdə nə qalır? Yerdə qalan 3/2 hissəsidir. 3/2 hissəsi də 9 vurulsun 2/20-dir yazır. Onda ümumi ötürülmə vaxtını dəqiqə ilə müəyyənləşdirmək lazımdır. Deməli, biz bu hissəni T1 götürsək, buranı da T2 götürsək. Buradan V vur T-ni nə alırıq? Yazırıq 1 bölünsün 3T, vurulsun 3 vurulsun 2/21. Doğru mu? Bu da V-dir də bizdə. Buradan 3-lər ixtisar gedəcək, qalacaq 2/21T. Bu birinci T-miz olacaq. İndi T2-ni müəyyənləşdirmək üçün bu 3/2 T-dir də. 3/2 T-ni vuracaq 9 vurulsun 2/20-yə. Buradan da 9 ilə 3 ixtisar gedəndə qalacaq 3. 3 də fikirdə eləyəcək 6 vurulsun 2/20T. Bu da olacaq bizim ikinci hissəmiz. İndi deyir ki, bunlar ümumi, bu belə deyək, məlumatın ümumi həcmi bu qədərdir. Bu qədər bölgü ilə ötürülüb də. Onda nə edərəm? Yazaram 2/21 üstə gəlinsin. T-ni yazmalım 2 dəqiqə. T üstə gəlinsin 6 vurulsun 2/20T. Bu bərabərdir. Ümumi həcm nə qədərdir bizdə? 240. Bunlar bitlə verildiyinə görə bunu da bitə gətirəcəm. Vurulsun 2/23 bit. İndi burada necə bir nəticə əldə edirəm? 221-i necə yazaram? 221-i yazaram 2 vurulsun 2/20T kimi. Üstə gəl 6 vur 2/20T bərabər 240 vurulsun 2/23 bit. Doğru mu? İndi buradan 220-ni çıxartsam. 220 çıxartsa buradan qalacaq 2T üstə gəl 6T bərabərdir 240 vurulsun 2/23. Buradan 220 vurulsun, deməli 8T gəlir də. 8T bərabər 240 vurulsun 2/23 gəlir. Buradan T-ni müəyyənləşdirmək üçün nə edərik? Yazarıq 8T bərabərdir 240 vurulsun 2/23 bölünsün 2/20-yə. Bunlar gedəcək, sürətdə qalacaq 240 vurulsun 2/3. Və buradan T-ni müəyyənləşdirməliyik. T bərabər onda 240 vurulsun 2/3 bölünsün 8-ə, yəni 2/3-ə. Onda bunlar buradan ixtisar gedəcək. T olacaq bizdə 240 saniyə. İndi bizdən nə soruşulur? Deyir, dəqiqə ilə tap. Əgər 1 dəqiqəm 60 saniyədirsə, onda 240 saniyəm neçə dəqiqə eləyəcək? X-i müəyyənləşdirmək üçün alacam buradan 40 dəqiqə. 40 deyirəm, üzrsən, sıfırlar gedir axı. 4 dəqiqə. Cavabımız olacaq. Buna əsasən D variantı. Ümid edirəm aydın oldu. Baxın, ümumi T 3/3-dür.
Birinci hissəsi 3də 1 hissəsi bu qədər sürətlə ötürülüb. Yerdə nə qədər qalır? 3də 3-dən 3də 1 çıxanda 3də 2 qalır. Onda bunların hamısının hasilini ümumi məlumata bərabər götürərək t-ni müəyyənləşdirə bilərik. Daha sonra növbəti sualımız belədir. Deməli, V verilib bizdə 2 üstü 23 bit böl saniyə. A vur B təsvirin enində və hündürlüyündə olan piksellərin sayı 4096 vur 4096-dır. Onu biz 2 üstü 12 vurulsun 2 üstü 12 kimi yaza bilərik. Nəticə olacaq 2 üstü 24. Daha sonra T də bizdə 32 saniyədir. T-ni də yazıram 32 saniyə. Bizdən nə soruşulur? Palitrada rəng çalarının sayı, yəni N soruşulur. N-i də tapmaq üçün biz buradan həm i-biti tapmalıyıq, həm h-ı tapmalıyıq. Necə tapacağıq? Bax, h-ı tapmamız üçün V və T buradan verilib. Buradan h-ı müəyyənləşdirmək üçün h bərabər V vur T düsturuna əsasən V-ni, yəni 2 üstü 23-ü vurmalıyıq T-yə, yəni 32 saniyəyə. Onda saniyələr gedəcək, qalacaq 223 buradan. 32 2 5-dir. 2 5 də buradan. 5 3 eləyəcək 2 8 bit. Nəticə olacaq bu şəkildə. İndi H var, A vur B var. A vur B vur i bit bərabər H düsturuna əsasən buradan i-biti müəyyənləşdirmək olar. Belə ki, h-ı, yəni 2 28 biti böləcək A vur B-yə, yəni 224-ə. 8-dən 4 qalacaq 4 bit. Yəni 204 bitə dəqiqə. 204 bit. Buradan i-ni tapdıq 204 bit. Bizdən soruşulur rəng çaları, yəni n. Bilirik ki, rəng çaları dedikdə, rəng sayı dedikdə, maksimum rəng dedikdə, ən çox rəng dedikdə n nəzərdə tutulur. Sadəcə rəngin dərinliyi dedikdə, dərinlik dedikdə i-bit nəzərdə tutulur. N-i də müəyyənləşdirmək üçün n bərabər 2 üstü i düsturuna müraciət edəcək. I-ni artıq 2 üstü 4 tapmışıq, yəni 16 tapmışıq. Onda yerinə qoysaq 2 üstü 16, yəni 65536 rəng çaları müəyyənləşdirə bilərik. Cavab olacaq buna əsasən B variantı. Deməli, ümumi 66 səhifə var. Sənədin ilk 2 səhifəsində bu qədər pikseldən, bu qədər rəng çalarlı palitrada rənglənmiş qrafiki təsvir var. Aha, yazaq. Ümumi səhifə sayı bizdə 66-dır. Əgər bunun ilk 2 səhifəsində qrafika varsa, onda 66-dan 2 çıxacam, yerdə nə qalacaq? 64 səhifə. Demək ki, baxın, bu 2 səhifədə qrafika var. Bunu qeyd etdik. Daha sonra davam edən növbəti hissəni və bu 2 səhifədə olan qrafikanın həcmini bu məlumatlara əsasən müəyyənləşdirə bilərik. Belə ki, A vurulsun B bizə verilib 256 vur 512. Rəng çaları N də verilib 64. Buradan rəngin dərinliyini deməli 6 bit müəyyənləşdirə bilərik. Aha, indi buna əsasən h-ı müəyyənləşdirək. H bərabər 6 bit vur 2 üstü 8-li 256, 2 üstü 9-lu 512. Bu şəkildə yazdım və bir nüansı qeyd edim. Baxın, bu yazdığımız bizim bir səhifədə olan qrafiki təsvirimizin həcmidir. Axı deyir ki, bizim 2 səhifəmizdə qrafika var. Ona görə bunu bir dəfədə 2-yə vurmalıyıq ki, biz ümumi kitabın o 2 səhifəsində olan qrafikamızın həcmini tapaq. Burada nəticə neçə olacaq? Deməli, prosta bunu nəyisə gətirməyə ehtiyac varım deyə düşünürəm. Ehtiyac olmayacaq, çünki V bitnəndir. Onda elə bitnən yazaq. Amma yox, informasiyanı sonra arxivləşdirmək lazımdır. Yox, bunu biz uyğun olan bir böyük ölçü vahidinə gətirməliyik. Gəlin belirləyək. Deməli, bu 2 üstü 1 deməkdir. Buradan yazıram 6 vurulsun. 6-nı da necə yazaram? 3 vurulsun 2 kimi. 3 vurulsun 2 üstü 1 kimi. Bu 6 deməkdir. Vurulsun 2 üstü 8, vurulsun 2 üstü 9, vurulsun 2 üstü 1. 2 üstü 1 də bu sondakı 2 üstü 1-dir. Bunu yazıram bitlə. Burada nəticəmiz nə qədər alınacaq? Bu bərabərdir. Deməli, bitdən nəyə gələ bilərəm? 8, 9, 17, 18, 19 bit eləyir. Bitdən megabayta gəlsəm 2 üstü 23-ə bölməliyəm, amma kilobayta gəlsəm 2 üstü 13-ə bölməliyəm. Onda kilobayta gəlsəm. Deməli, buradan onda əsaslar eynidir, üstləri çıxılacaq. Dedik ki, 8 üstə gəl 9 eləyəcək 17, 2 də oradan 19, 19-dan 13 çıxsam eləyəcək deməli 6. Doğru mu? Məxrəcdə onda bunlar gedəndə hamısı qalacaq məxrəcdə 2 üstü 6. Məxrəcdə yox, sürətə üzrü sayın. Sürətdə qalacaq 2 üstü 6. Və biləndə 3 var idi axı. 3-ə də vurulsa, 2 üstü 6 bizdə 64-dür. 3-ə də vurulanda eləyəcək 192.
192 kilobayt. Biz bu şəkildə qrafikamızın həcmini tapmış olduq. İndi davam edirik. Digər səhifələrinin hər birində, digər nə qədər səhifə qalmışdı? 64 səhifə. Burada 16 sətir, Unicode standartında kodlaşdırılmış 16 simvol var. Onda belə eləyək. Səhifə sayına əsasən bu məlumatlarla mətn informasiyasının həcmini müəyyənləşdirək. Demək ki, burada da bu 64 səhifədə də mətn var. İndi bunu müəyyənləşdiririk. Deməli, səhifə sayımız nə qədərdir? 64. Sətir sayımız 16. Simvol sayımız 16 və Unicode-da kodlaşdırılıb. N bərabər Unicode. Unicode bu durumda i də bərabər eləyəcək 2 bayt. Bu məlumatlara əsasən h bərabər səhifə vur sətir sətir vur simvol vur i bit şəklində yazsaq həcmi müəyyənləşdirə bilərik. Səhifə nə qədərdir? 64, yəni 2 üstü 6. Sətir 16, 2 üstü 4. Simvol 16, 2 üstü 4. i-bitdə 2 baytdır. Bu şəkildə yazsaq, 6, 4, 14, 15. 2 üstü 15 bayt nəticəsini əldə edərik. Baytı da kilobayta gətirmək üçün 2 üstü 10-a böləcəyik. Burada nəticə olacaq 2 üstü 5, yəni 32 kilobayt. İndi məsələ nədir? Biz bu kitabın ümumi həcmini tapa bilmək üçün nə etməliyik? Mətnlə qrafikanın həcmini toplamalıyıq ki, ümumi həmin o kitabın yaddaşda nə qədər yer tutduğunu müəyyənləşdirək. Deməli, grafikanın haşı buradadır. Bu grafikanın haşıdır, qrafik haş. Bu da mətnin haşıdır, mətn haş. Bunların cəmi mətn üstəgəl qrafika bizdə nə qədər eləyəcək? 192 üstəgəl 32-dən 2, 2, 4, 9, 3, 12, 1 adı 2, eləcək 224 kilobayt. İndi bizə deyir ki, bu 75% arxivləşdirilib. Deməli, ümumi həcmi, yəni, harada qeyd edim, burada qeyd edim. Ümumi həcmi, yəni 100%-də olan həcmi 224 kilobaytdır. Və 75% arxivləşdirilirsə, orada nə qədər qalır yerdə? 25% qalır. Onda 25%-də həcmi tapmalıyıq. X-i müəyyənləşdirmək üçün 100 məxrəcdə 25 vurulsun 224 sürətdə. 100 ilə 25 ixtisar getsə 4 qalacaq. 4 ilə 224 ixtisar getsə, deməli, sürətdə qalacaq 56. Demək ki, bizim yekun həcmimiz 56 kilobayt olmuş olur. 56 kilobayt. İndi nə soruşulur bizdən? Sürət də var, bunu nə qədər müddət ötürmək olar? Deməli, yekun həcmimiz h bərabər 56 kilobaytdır. V bərabər neçə bit yazılıb? 216 bitdir. 2 üstü 16 bitdi və biz buradan t-ni müəyyənləşdirməliyik. Onda t bərabər h bölü v-yə əsasən 56-nı kilobaytdan bitə gətirəcəm. 2 üstü 13 bit formasında yazacam, böləcəm 2 üstü 16-ya. Bu da bitdi. Və bu bit bölü saniyədir. Burada saniyələr gedəcək. Saniyə deyirəm, bitlər ixtisar gedəcək. 2 üstü 16 ilə 2 üstü 13 gedəcək. 2 üstü necə qalacaq? 2 üstü 3 qalacaq və məxrəcdə 8 qalacaq. Daha sonra da 56 ilə də 8 ixtisar gedəcək. Burada qalacaq 7 saniyə. Cavabımız olacaq buna əsasən 7 saniyə. Yəni C variantı olacaq. Bilirəm, biraz uzun məsələdir. Hər bir detayına baxmaq lazımdır. Bax, gəlin yenidən üzərindən keçək. Nə edirik? Əvvəlcə, baxın, bu arxivləşdirməyə qədər olan hissəni deyim. Baxın, bura qədər olan hissə. Biz burada ümumi səhifə sayını 66 görmüşdük. Dedik, 2 səhifəsində qrafika var. Onda biz həmin o qrafikanın məlumatlarına əsasən onun həcmini müəyyənləşdirdik. Sonra deyir ki, yerdə qalan səhifəsində də mətn var. 66-nın 2 səhifəsi gedirsə, yerdə nə qədər qalır? 64 səhifəsi qalır. Onda bu məlumatlara əsasən də biz burada mətnimizin haşını müəyyənləşdirə bilərik. Və beləliklə biz bir kitabda olan şəklin də, mətnin də həcmini tapmış oluruq. Və o kitabın yaddaşda tutduğu yeri müəyyənləşdirmək üçün bunları toplamalıyıq. Nəticə olur 224 kilobayt. Daha sonra da deyir 75% arxivləşdirilib. Əgər 100%-də 224 kilobaytsa, yəni arxivləşdirilməmişdən qabaq 224 kilobaytsa və 75% arxivləşdirilibsə, onda yerdə nə qədər qalıb? Qalıb 25%, doğrumu? 25% həcmin nə qədər olduğunu müəyyənləşdirir. Nəticə olur 56 kilobayt. Daha sonra da sürəti verir 216 deyir. 56 kilobaytlıq bir məlumatı 216 bitlik sürətlə nə qədər vaxt ötürə bilərsiniz? Əlbəttə ki, buradan t-ni tapmaq üçün h-ı v-yə bölürsünüz. Nəticə olur 7 saniyə. Bu qədər. Daha sonra v verilib, həcm verilib, ən az neçə saniyə ötürmək olar? T bərabər h bölü v-yə əsasən
16-nı yazaram 2 üstü 4 kimi. Gigabaytdan bitə gəlmək üçün biz nə edirdik? Deməli, ardıcıllığımız bu şəkildə idi. Bitdən gəlirdik bayta, sonra kilobayta, sonra megabayta, sonra gigabayta. Gigabaytdan bitə gəlirəmsə 10, 20, 30, 230-ca vurmalıyam. Bunu yazıram 233 bit kimi. Məxrəcdə də V232-dir. Yazıram 232 bit vur saniyə. Buradan bitlər ixtisar getsə, yerdə nə qalacaq? 32 ilə 33 gedəcək, sürətdə bir dənə 2 qalacaq. 2 də 2 üstü 4-ə vurulanda nəticə olacaq 32. Nəticə olacaq ümumi 32 saniyə. Daha sonra Google və Yahoo verilmişdir. Oru müəyyənləşdirmək lazımdır. Gəlin buradan dairələrimizi çəkməyə çalışaq. Deyək ki, bu birinci dairədir, bu da bizim ikinci dairəmizdir. Bura Google'dur, burada Yahoo'dur bizim axtarış sistemlərimiz. Deməli, Google 1500'dür. Buraya yazıram 1500. Yahoo isə 2700'dür. 2700'dür. Və ikisinin ortağı bu hissədir. Bura 1200'dür. Əla. Bax, ikisinin ortağı bu hissə 1200-dürsə, yəni ümumi bu halqadan, Google halqasından söhbət gedir. Əgər bu balaca hissəsi 1200-dürsə və ümumi 1500-dürsə, onda 1500-dən 1200 çıxaraq mən bu hissənin, belə deyək, həcmini müəyyənləşdirə bilərəm. Burada olacaq onda nəticəmiz 300. Və onda bu hissəni tapa bilərik də. Bu ümumi halqa bizdə 2700-dür. Və o balaca hissədə arada 1200-dür. Onda 2700-dən 1200 çıxıb bu hissəni də 1500 tapa bilərəm. İndi bizdən nə soruşulur? Or soruşulur. Or içlər cəmidir. Yəni bu tapdığımız rəqəmləri toplayacağıq. Deməli 1200 buradan gəlir, 1500 buradan gəlir, 300 də buradan gəlir. Ha, dəqiqə səhv yazdım. 300 də buradan gəlir. 0 0 8 2 10 1 2 3. Nəticə olacaq 3000. Daha sonra davam edirəm növbəti hissə ilə. Deməli, həcm verilib bu zaman ərzində bu qədər sürətlə nə qədər həcmin aid məlumat ötürmək olar. Baxaq. Deməli, 15 megabaytlıq bir məlumatı modem 384 bit saniyəyə ötürür. Bəs onda 128 bit saniyəlik məlumatı, daha doğrusu 128 sürətlə nə qədər məlumat ötürmək olar? T zaten eynidir. X-i müəyyənləşdirmək üçün 384 məxrəcdə 128 vurulsun 15 sürətdə yazacağım. 384 ilə 128 ixtisar gedir, 3 qalır məxrəcdə. 3 ilə də 15 gedəndə nəticə olur 5. Demək həcm olacaq 5 megabayt. Yəni, variant yoxdur, olsun 5 megabayt. Bu, bunun rahat qaydasıdır. Çətin qaydası necədir? Bax, bizim H-ımız verilib, V-miz verilib. Gəlin, indi çətin qayda ilə gedək. Deməli, H1 bərabərdir 15 megabaytdır. V1 də bərabərdir 384 bit böl saniyədir. Buradan biz T1-i müəyyənləşdirə bilərik. T1-i müəyyənləşdirmək üçün H1-i, yəni 15-i megabaytdan bitə gətirəcəm. Buradan 2 üstü 23-ə vurmalıyam. Məxrəcədə 384 yazılıb. Bunu da bitlə qeyd edəcəm. Bu da artıq bitlədir və vurulsun saniyə yazırıq. Buradan bitlər ixtisar getsə, 384 ilə 15 ixtisar gedərmi? Biz bunu belə yaza bilərik. Deməli, 15 vurulsun 2 üstü 23, 23. Məxrəcdə də 384-ü 128 vurulsun 3 kimi yaza bilərik. Çünki bu hasil bizə 384-ü verir. 3 ilə 15 ixtisar gedər, qalar 5. 128 də özü 207 deməkdir. 207 ilə də 223 ixtisar gedəndə 23-dən elə bil əsaslar eynidir, üstlər çıxılacaq. 7-ni çıxacam 216 eləyəcək. Nəticə olacaq bizdə 5 vurulsun 216 saniyə. İndi məsələ nədir? Deyir, eyni zaman ərzində bu sürətlə nə qədər məlumat ötürə bilərik? Deməli, T artıq budur. Və V2 isə bizdə 128 bitdir. 128 bit böl saniyə. Deyir, bu iki məlumata əsasən nə qədər məlumat ötürə bilərəm? Onda burada H bərabər VT-yə əsasən 5 vurulsun 216 vurulsun 128, yəni 207 yaza bilərik. Bu qədər bitlik məlumat ötürmək olar. Amma bizdən megabaytla soruşduğuna görə biti megabayta gətirmək üçün 223-ə bölməliyik. Beləliklə 16 ilə 7-nin cəmi bizə 223-ü verəcək. Elə 223 buradan ixtisar gedəcək, nəticə olacaq 5 megabayt. Bu da bunun biraz uzun qaydası. Hansı rahatdırsa onunla gedə bilərsiniz. Daha sonra baxırıq indi bu suala. Deməli, V verilib, A vur B verilib, rəng dərinliyi verilib. Bir neçə saniyə vaxt lazımdır. Yazırıq V bərabər 2 üstü 21 bit böl
saniyə. A vurulsun B bərabər 1024 vur 2048. Yəni 2 üstü 10 vur 2 üstü 11. Rəng dərinliyi isə bizdə i bitdi. i də bərabər 16 bit verilib. Biz bu iki məlumata əsasən buradan h-ı müəyyənləşdirə bilərik. H bərabər və daha doğrusu A vur B vur i bit düsturuna əsasən qrafik informasiyanın həcminin tapılması düsturu. Buradan necə yazacağıq? H bərabərdir. A vur B 2 üstü 10 vur 2 üstü 11 vur 16 da 2 üstü 4 deməkdir. 2 üstü 4 bit. Burada nəticəmiz ümumi nə qədər alınacaq? 10, 11 eləyəcək 2 üstü 22, 4 eləyəcək, yox 2 üstü 21, 4 2 üstü 25 eləyəcək. 2 üstü 25 bit. H oldu 225 bit. İndi V verilib, H da verilib. Baxın, bu H var, bu da V var. İndi buna əsasən T-ni müəyyənləşdirəcək. T bərabər H bölü V-yə əsasən H-ı tapdım. 2 üstü 25 bit. V də bizdə 2 üstü 21 bit idi. 21 bit vur saniyə idi daha doğrusu. Bunlar buradan ixtisar gedəcək. 25 ilə 21 gedəndə 2 üstü 4 qalacaq. Nəticə bizə verəcək 16 saniyə. Yəni bizdən də neçə saniyə vaxt soruşulurdu? Cavab olacaq 16 saniyə. Daha sonra deməli 33-ə baxdıq. Baxaq indi 34 nömrəli suallarımıza. Deməli, şəbəkə ilə ötürülməzdən əvvəl informasiya elə kodlaşdırılır ki, həcmi 2 dəfə artır. Əgər şəbəkə ilə ötürülmə sürəti bu qədər olarsa, yəni V bərabər 2 üstü 12, yox, üzr istəyirəm, 2 üstü 12 yox, sadəcə 12-dir. 12 vurulsun 2 üstü 10 bit böl saniyə olarsa və ilkin həcmi 3 kilobayt olarsa, yəni H1 bizdə 3 kilobayt. Amma bizə nə deyir? Deyir, ötürülməzdən əvvəl 2 dəfə artır. Onda bunu biz 2-yə vuraraq, yəni H1-i 3-ü 2-yə vuraraq nəticəni 6 kilobayt müəyyənləşdirə bilərik. Demək ki, yekun həcmimiz bu formadadır. Biz H2-yə və V-yə əsasən T-ni müəyyənləşdirməliyik. Onda T bərabər H bölü V-yə əsasən 6 kilobaytdan bitə gəlmək üçün 2 üstü 13-ə vuracam. Yazacam bitlə. Məxrəcdə də 12 vurulsun 2 üstü 10 bit yazılıb. Buradan saniyə çıxır yuxarı, bunlar gedir. 12 ilə 6 gedir, qalır 2. Beləliklə, sürətdə 2 üstü 13, məxrəcdə 2 üstü 11 alınır. Buradan da qalır 2 üstü 2, nəticə olur 4 saniyə. Cavabımız olacaq buna əsasən 4 saniyə. Bu qədər rahat bir sual nömrəsidir. Daha sonra rabitə kanalı ilə 360 megabayt məlumat ötürülür. Tamam, H bərabər yazaq 360 megabayt. İndi bizə nə deyir? Məlumatın 40%-ni bu qədər bit saniyə, qalan hissəsini isə bu qədər bit sayədə ötürüldüyünü bilərək, ümumi ötürülmə müddətini saniyə ilə müəyyən edin. Aha, məlumatın 40%, 360-ın 40%-ni müəyyənləşdirək. Deməli, onda yazaq belə. Bu yazaq H ümumi. İndi H1-i müəyyənləşdirir buradan. H1-i müəyyənləşdirmək üçün 360-ın 40% tapılmalıdır. Yəni 360-ı vurmalıyam 40-a, bölməliyəm 100-ə. Buradan bunlar ixtisar getsə, nəticə 36-nı 4-ə vuran 4 dəfə 6, 24, 4 dəfə 3, 12, 2 ədəd 14. Nəticə olacaq 144 megabayt. Bu oldu H1. H2 isə bizə neçə olacaq deyil, yerdə qalan hissəsi. Əgər 40% bura gedibsə, onda yerdə qalıb 60%. Onda deməli 360-ın biz onda 60%-ni müəyyənləşdiririk də, yerdə qalan hissəsi ilə ikinci həcmi müəyyənləşdirmək lazımdır. 60%-lə müəyyənləşdirməyə çalışsaq. Deməli, 360-ı vuracam onda 60-a, böləcəm 100-ə. Buradan bu sıfırlar yenə ixtisar gedəcək. 6 dəfə 6, 36, 6 dəfə 3, 18, 3 də oradan 21. Bu da olacaq 216 megabayt. İndi bizə nə deyir? Deyir ki, bu 40%-i bu qədər sürətlə ötürülüb. Yəni, burada V 9 vurulsun 222-dir. Gəlin onda bunu müəyyənləşdirək. Deməli, H1-ə əsasən bura vergi qoyaq, yazaq. V1 bizdə 9 vir 222 bitdir. Və H2-yə əsasən V2 isə bizdə 224 bitdir. 224 bitdir. Onda bu məlumatlara əsasən hərəsinin ayrı-ayrı T-sini müəyyənləşdirək. Buradan baxaq. Deməli, T1 nəyə bərabər olacaq? H1 böl V1, yəni 144 megabaytdan bitə gəlmək üçün vururuq 213-ə, bunu yazırıq bitlə, bölünmüş məxrəcdə də 9 vur 222 bit olacaq. Bit vur saniyə. Onda bu bitlər buradan ixtisar gedəcək. Yerdə nə qalır?
Bircə dəqiqə, bu megabaytdır. Megabaytdan bitə gəlmək üçün 223-ə vurmalıyam, 13-ə yox. Onda deməli 144 9-a bölünür bircə dəqiqə. 144-ü bölsəm 9-a, bəli, bölünür. Burada olacaq 16. Burada 16 qalır, 23 ilə də 22 gedir. Burada qalır 2 üstü 1. 16-nı da 2-yə vuranda olacaq 32 saniyə. Deməli T1 burada 32-dir. T2-ni müəyyənləşdirmək üçün 216-nı gətirəcəm bitə. Megabaytdan. Bunu da 223-ə vuracam bitdən gətirmək üçün. Bunu da böləndə 224-ə, bunlar buradan bu bit vur saniyədə belə deyək. Onda bunlar gedəcək 224 ilə 223 gedəcək. Məxrəcə qalacaq bir dənə 2. 216 da bölünsə 2-yə, nəticə olacaq bizdə 108 saniyə. Demək ki, T1 bizdə 32-dir, T2 də 108-dir. Bizə deyir, ümumi nə qədər müddətə ötürə bilərik? Onda yazarıq. T1 üstə gəl T2 bərabər 32 üzərinə gəl 108. Nəticə olacaq bizdə 8, 2, 10, 3, 1, 6, 4, 1. Olacaq 140 saniyə. Bu qədər. Belə bir nəticə əldə edilmiş olur. Daha sonra davam edirəm növbəti suallarımızla. Deməli, baxın indi bu suallara. Ötürülmə sürəti verilib, V bərabər 3 vurulsun 2 üstü 22 bitdi. Və H da verilib bizdə 900 megabaytdır. 900 megabayt. Bizdən soruşulur T. T-ni müəyyənləşdirmək üçün H-ı V-yə böləcəyik. H bizdə 900-dür. Megabaytdan bitə gəlmək üçün 2 üstü 23-ə vuracağıq. Bunu yazacağıq bitlə. Məxrəcdə isə 3 vurulsun 2 üstü 22-dir. Bu bit böl saniyəni hər dəfə unuduram. Bura yazırıq bit, böləndə saniyə çıxır yuxarı. Buradan bitlər ixtisar gedir. 222 ilə 223 gedir. Sürətdə bir dənə 2 qalır. 3 ilə 900 gedir. Sürətdə bir dənə deməli 300 qalır. 300 də 2-yə vurulsa 3 də 2 eləyəcək 600. Cavab olacaq 600 saniyə. Amma bizdən soruşulur dəqiqə ilə. Onda əgər 1 dəqiqəm 60 saniyədirsə 600 saniyəm neçə dəqiqə olacaq? X-i müəyyənləşdirmək üçün 60 məxrəcdə, 600 sürətdə. Bunlar gedəcək, 60-anda 6 gedəcək, qalacaq 10 dəqiqə. Demək ki, bu məlumatı biz 10 dəqiqə müddətlə ötürə bilərik. Daha sonra indi baxırıq bu sualımıza. Deməli, baxın indi 37-yə. 222 bit saniyə olan şəbəkədə arxivləşdirilərkən 20% sıxlaşdırılan ilkin həcmi 40 MB olan faylı göndərmək üçün neçə saniyə lazımdır? Deməli, V bizdə 2 üstü 22 bitdir. Deməli, H isə H1 yazaq da, H1 40 MB-dir. Bizə deyir, ötürülməmişdən qabaq 20% arxivləşdirilir. Onda bizim əgər ümumi həcmimiz 100% olan həcmimiz 40 MB-dırsa, onda 20% arxivləşdirilirsə, yerdə nə qədər qalır? 80%. 80%-ə neçə megabayt olacaq? Bax, bunu müəyyənləşdirmək lazım. X bərabər 100 məxrəcdə 80 vurulsun 440 sürətdə daha doğrusu. Sıfırlar gələcək, 4 dəfə 8 eləyəcək 32 megabayt. Demək ki, bizim yekun həcmimiz olmalıdır 32 megabayt. V də bizdə 222 bitdir. Baxın, bu iki məlumata əsasən T-ni müəyyənləşdirmək lazımdır. T bərabər H böl V-yə əsasən 32 megabaytı, yəni 32 vur 2 üstü 23 biti bölməliyəm 2 üstü 22 bitə. 2 üstü 22 bit vur saniyəyə. Buradan ixtisar gedəndə 2 ilə 2 üstü 23 gedəndə qalır 2. 2 də 32-yə vurulanda nəticə olacaq 64 saniyə. Nəticəmiz olacaq buna əsasən 64 saniyə. Daha sonra davam edirəm növbəti sualla. Deməli, 38-ə baxıram. 60 kilobayt həcmdir. V verilib. Aha, neçə kilobayt çox olan fayl ötürmək olar. Tamam. Onda məsələ nədir? Bax, 60 kilobaytda 3072 sürətlə məlumat ötürülüb. Görəsən onda neçə kilobaytla 5120 sürətlə məlumat ötürmək olar. Buradan X-i müəyyənləşdirmək üçün 3072 məxrəcdə 60 kilobaytla daxil. Kilobayt da bitə gətirsəm 60-ı vuracam 2 üstü 13-ə. Bunu yazacam bitlə. Vurulsun 5120. İndi məsələ nədir? 3072 ilə 5120, 1024-ə ixtisar gedir. Burada 5 qalır, burada da 3 qalır. 3 ilə də 60 ixtisar gedir. Qalır 20. Burada qalır 20 də 5-ə vurulanda 100. Vurulsun 2 üstü 13 bit.
İndi bu biti də kilobayta gətirmək üçün bölməliyəm ki, üstə 13-ə. Nəticədə 13-lər gedəcək, qalacaq 100 kilobayt. İndi bizə nə deyir? Deyir ki, neçə kilobayt çox olan fayl ötürmək olar? İlkin həcmi 60 kilobayt idi. Sonra aldıq 100 kilobayt. Neçə kilobayt çoxdur? Bunun üçün 100-dən çıxacam 60-ı, deyəcəm 40 kilobayt daha çox olan bir məlumatı ötürə bilərəm. Cavabımız olacaq. Məsələn, 40 kilobayt. İndi baxırıq bura. Deməli, avtomatik qurğu 26 hərfdən ibarət ingilis əlifbasının böyük və kiçik hərflərindən və 16-lıq say sisteminin simvollarından ibarət əlifba tərtib edir. Aha, 16-lıq hərfdən və 16-lıq say sisteminin simvollarından. Daha sonra bu əlifbanın hər simvolunun eyni uzunluğu minimal mümkün bit sayıyla kodlaşdırılır. Səhifə sayı bu qədər və simvol sayı bu qədər, sürət də bu qədər olarsa neçə saniyə ötürə bilərik? Aha, onda biz buradan nəyi müəyyənləşdirəcəyik? Əvvəlcə əlifbanı müəyyənləşdirmək lazımdır. Belə ki, baxın, səhifə sayımız 128-dir, simvolumuz 256-dır. V də bizdə 212 bit böl saniyədir. İndi məsələ nədir? 26 hərfdən ibarət ingilis əlifbasının böyük və kiçik hərfləridir. Onda böyük hərflər 26-da nədir? Bunun axı böyük A, böyük B, böyük C-dir. Bir də bunun balaca hərfləri var axı. A, B, C. Yəni 26 dənə böyüyü varsa, 26 dənə də balacası var. Onda ümumi mən 52 dənə simvol götürməliyəm. Və bu 52 simvolun üzərinə də 16-lıq say sisteminin simvolları əlavə etməliyəm. Deməli, 52 dənə simvol buradan gəlir və 16-lıq say sisteminin simvollarının içərisində buradakı simvollar var deyə onları əlavə olaraq götürməyə ehtiyac yoxdur. Biz bilirdik ki, 16-lıqda 9-dan sonra A, B, C, D, Y və F gəlir. Bu hərflər də zaten 26 simvolluq ingilis əlifbasının daxilində var. Həm burada götürməyə ehtiyac yoxdur. Ona görə də 6 dənə simvolu buradan çıxırıq. Yerdə qalır 16-lıq say sisteminin 0-dan 9-a kimi olan simvolları, yəni 10 dənə simvolu. Onda bunun üzərinə mən 10 simvol da buradan gəlib nəticəni 62 müəyyənləşdirəcəm. İndi məsələ nədir? Deyir, minimal mümkün bit sayıyla kodlaşdırılır. 62-ni mən bitə gətirə bilmərəm. Bunu onda mən nə edə bilərəm? Məsələ nədir? 62-ni gətirərəm 64-ə. Yaxınlaşdıraram 64 bitə. Aha, 64 bitdə də belə deyək də, bir simvol yaddaşda 8 bit yer tutmuş olur. Yəni daha doğrusu 64 bit deyirəm, üzr istəyirəm. 64 simvollu əlifbaya gələrik. 64 simvollu əlifbada da bir simvol yaddaşda 8 bit yer tutur. İndi məsələ nədir? I biti tapdıq buradan 8 bit. I bərabər 8 bit. Bu məlumatlara əsasən biz nəyi müəyyənləşdirə bilərik? Ümumi həcmi. Yəni H bərabər səhifə vur simvol 2 üstü 7 vur 2 üstü 8 və I bit 8 bit. Buradan 8, 7, 16, daha doğrusu 15, 3 də buradan eləyəcək 18. 2 üstü 18 bit alıram nəticəni. H budur, V də bərabərdir, 2 üstü 12 bitdir. Bit böl saniyə. Bu məlumatlara əsasən T-ni müəyyənləşdirmək istəyiriksə, onda 2 üstü 12-ni bitdən bölməliyəm 212-dən 218-i. Bölməliyəm 212-yə. Bircə dəqiqə. Nədə səhv eləmədim? 207, 208 düz qeyd elədik. 64-də 8 bit deyil. Üzrü sayın 64-də 6 bitdi. Yorğunluqdan da üzrü sayın. Burada 6 bitdi. Mən burada səhv bir qeydiyyat aparmışam. Bircə dəqiqə. Burada məlumatı səhv yazmışam. Bircə dəqiqə. Yox, artıq burada məsələ dəyişir. Tam dəyişir həm də. Bircə dəqiqə. Burada bizim 6 bitimiz var. Onda bunu belə yazarıq. 2 üstü 15 vurulsun 6 bit kimi yazarıq. Buradan da biz T-ni müəyyənləşdirmək üçün 2 üstü 15 vur 6 biti bölərik 2 üstü 12-yə. 12 ilə 15 keçir 2 üstü 4 qalacaq. O bizə verəcək 8-i. 8 də 6-ya vurulsa olacaq 48 saniyə. Cavabımız olacaq. Əsasən 48 saniyə. Bu qədər. Aha. İndi sorğunun nəticəsini müəyyənləşdirək. Deməli, riyaziyyat ən fizika sorğusu istənilir bizdən. Üçünün içləri cəmi 1050 verilir. Riyaziyyat ən informatika var. Amma üçünün ortağı yoxdur. Üçünün ortağı yoxdursa, mən bunu necə götürə bilərəm? Onda halqaları yanaşı çəkərik. Gəlin baxaq bir dənə. Deməli, əgər halqaları yanaşı çəkəsi olsam, deyək ki, üçünün ortağı, yəni riyaziyyat, informatika, fizika yoxdur. Belə düşünərək, bu halqaları belə yanaşı çəkək ki, üçünün ortağını qeyd eləməyək. Onda bizə deyir riyaziyyat, fizika tapın.
Onda riyaziyyatı burada götürsək, riyaziyyat and fizika. Deyək ki, informatika olsun burada, riyaziyyat and informatika bura olsun, riyaziyyat and fizika da bura olsun. Onda bunu da burada götürək. Riyaziyyat özü 700-dür. İnformatika 400-dür. Fizikada 290-dır. 290. Buradan davam edək. Deməli, içlər cəmi 1050-dir, okey. İnformatika or fizika 690-dır. İnformatika or fizika. İnformatika or fizika 690-dırsa, bu bizdə ümumi cəmdir. Yox, onda bu halqalar yanaşı çəkilə bilər. Bircə dəqiqə, buradan da səhv elədik. Yanaşı deyirəm, iç-içə çəkilə bilər onda. Bircə dəqiqə. Onda gəlin bunu başqa formada işləyək. Bax, bircə dəqiqə, gəlin belə götürək. Biz bilirdik ki, belə bir düsturlarımız var idi də bizim. Biz nəyi müəyyənləşdirmək istəyirik? Müəyyənləşdirmək istəyirik ki, riyaziyyatla fizikanın ortağı soruşulur. Demək ki, var ki, soruşulur da. Amma riyaziyyatla informatikanın ortağı da var. Və riyaziyyatla, deməli, onda fizikanın informatikanın ortağını bilmirik biz. Halqaların necə çəkiləcəyini tapmaq üçün biz buradan A-nı deyək ki, fizika, or, C-ni də informatika götürək, yazaq fizika, üstə gəl informatika, çıxılsın fizika and informatika. Buna əsasən biz burada fizika and informatikanı tapaq. Bax, fizika or informatika bizdə 690 verilib. Bu bərabərdir fizika 290, informatika 400. Çıxılsın, bunu da bilmirik neçədir x. Buradan bu cəm bizə 690 verir. Bu bərabər 690 çıxılsın x-ə əsasən. X bizdə 0 olur. Demək ki, fizikanın, informatikanın ortağı yoxdur. Demək ki, bəli, halqalar bayaqki kimi yanaşı çəkilməlidir. Bax, onu buradan əldə elədik, o nəticəni. İndi nə edirik? Bayaqki kimi halqalar yanaşı çəkir. Sadəcə mən orada ümumi cəmi elə gördüm. Ona görə səhv düşündüm bir anlıq, bircə dəqiqə. İndi gəlin yenidən baxaq. Artıq əminik ki, burada fizika ilə, deməli, informatikanın ortağı yoxdur. Onda yazaq buradan fizikanı, buradan da informatikanı ki, ortaq olmasın, burada riyaziyyat gəlsin. İndi fizikamız olsun 290, riyaziyyatımız 700, informatikamız neçə olsun? 400 olsun. İndi içlərin cəmi bizdən 1050-dir, tamam. İnformatika or fizika 690-dır. İnformatika ilə fizika halqasının içlər cəmi 690-dır. Riyaziyyat and informatika 250-dir. Riyaziyyat and informatika buradır. Bura 250-dirsə, ümumi informatika halqası 400-dürsə, 400-dən çıxsam 250-ni, onda bura qalacaq 150. Bura qaldı 150. İndi biz nəyi müəyyənləşdirə bilərik buradan? Ümumi içlər cəmi. Maraqlı bir sual. Nəsə deməli burada informatika or fizika 690-dır. İnformatikanın, fizikanın bu iki halqanın cəmi bizdə 690 verilib. Biz buranı bilmirik. Buranı bilmiriksə buranı neçə yazarıq? 700 çıxılsın, bir dəqiqə. 700 çıxılsın, 250 üstə gəl x kimi yaza bilərik buranı. Buranı da 290 çıxılsın x kimi yazarıq. İndi bu içlər cəmi bizdə 1050-dirsə, buradan x-i müəyyənləşdirmək olar, deyə düşünürəm. Gəlin, indi müəyyənləşdirməyə çalışaq. Deməli, 290 çıx x, üstə gəl x, üstə gəl 700, çıxılsın 250, mötərizəni açanda burada işarə dəyişəcək, çıxılsın x, üstə gəl 250, üstə gəl 150, bərabər ümumi içlər cəmi 1050. Buradan bu x-lar gedəcək. Yerdə nə qalır? Deməli, 290-la 700-ü cəmləsəm, eləyəcək 990, bu ikisi getdi. Bundan bu 250-lər plus minus gedəcək. Üstə gəl 150 cəmi olacaq 1140. Demək ki, 1140 çıxılsın x bərabər 1050 yazsam, buradan x-i məhsul çıxılan azalandan fərq. 1140-dan 1050 çıxaraq 90 tapa bilərəm. Onda x-im olacaq 90. X bizdə hansı hissədir? Baxın, bu hissədir. Fizika ilə riyaziyyatın ortağıdır. Və bu hissəni tapdım, ümumi 90. İndi bizdən nə soruşulur? Riyaziyyat ilə fizika, elə bu hissə soruşulur. Onda nəticəmiz olacaq 90. Bu qədər. Daha sonra, indi baxaq bu suallar. Deməli, mötərizəni açmaq və həmin sahənin
dairədə hansı yerləri əhatə elədiyini görmək lazımdır. 3-ün ortağı var. Mingəçevir, Lənkəran, Şirvan 3-ün ortağı var. Onda bizim halqalarımız iç-içə çəkilməlidir. Yəni bu birinci halqamız, bu ikinci halqamız. Bircə dəqiqə. Bu da olsun bizim üçüncü halqamız. Bu formada bir yazılış yazmalıyıq. Buradan davam edək. Deməli, bura olsun Mingəçevir, bura olsun Lənkəran, burada olsun Şirvan. Deməli, 3-ün ortağı bura 50-dir. Daha sonra, indi Mingəçevirlə Şirvanın ortağı 300-dür. Mingəçevirlə Şirvanın ortağı. Yəni, bax, bu hissədən söhbət gedir. Mingəçevirlə Şirvanın ortağı, bura yox, üzrsən, necə dəqiqə səhv edim. Bu tərəf Lənkəranla Şirvanın ortağıdır. Mingəçevirlə Şirvanın ortağı, baxın, bu hissədir. Və bu ümumi dairə bizə verilib nə qədər? 300. 300-ün 50-si bura düşürsə, 300-dən 50 çıxacam, deyəcəm 250-si də bura düşür demək ki. Daha sonra bizə belə bir yazılış verilib. Deyir ki, Mingəçevir, Ənd, Şirvan. Gəlin yazaq. Mingəçevir, Əndin yerinə yazaq vurma. Şirvan, deməli, or, üstə gəlinsin. Mingəçevir, Ənd, Lənkəran. Vur, Lənkəran. Bax, bu hissənin açılışı bizə nəyi verəcək? Mingəçeviri buradan çıxartsam, olar belə. Şirvan, üstə gəlinsin, Lənkəran. Aha. Deməli, Mingəçevir, Ənd, Şirvan haradır? Mingəçevirlə Şirvanın ortağı buradır. Və Mingəçevirlə Lənkəranın ortağı da buradır. Əla. Bax, Mingəçevirlə Şirvanın ortağı buradır, bu göylədiyim yer. Mingəçevirlə Lənkəranın ortağı da, baxın, bu hissədir. Bu hissədir. Bu hissələr, yəni bu göylə narıncı rənglərin ümumi cəmi bizdə 700-dür. Və bizdən soruşulur Mingəçevir, Ənd, Lənkəran. Yəni, bax, bu narıncı halqanın cəmi soruşulur. Əgər ümumi 700-dürsə, bura x yazıb, 250, üstə gəl 50, üstə gəl x bərabər 700 tənliyindən x-i müəyyənləşdirə bilərəm. Belə ki, oradan 300 eləyəcək, 700-dən 300 çıxsam qalacaq 400. Bu 400, bu x hissəsidir. X 400-dürsə, 50 hissəsi də buradaydı axı. 400-ün üzərinə 50 gələcəm, deyəcəm ümumi Mingəçevirlə Lənkəranın ortağı 450-dir. 400 yazdım, olacaq 450. Cavabında əsasən 450 alınmış olacaq. Daha sonra, indi baxırıq bu sualımıza. Deməli, 3-ünün ortağı istənilir bizdən. Gəlin baxaq. 3-ünün ortağı istənilirsə, hər halda var ki, istənilir də. Gəlin, onda biz halqalarımızı yenə iç-içə çəkək. Deyək ki, bu şəkildə qeyd edək. Olsun Kür, olsun Samur, olsun Araz. Kür bizdə 170-dir, Samur 80-dır, Araz isə 90-dır. Baxın, cədvəldə verilənləri sadəcə qeyd edirəm. Kür, Ənd, Samur 30-dur. Ümumi 3-ünün ortağını bilmirəm, bura neçədir bilmirəm. Kürlə Samurun ortağı 30-dur. Kürlə Samurun ortağı, baxın, bizdə bu hissədir. Baxın, bu halqa, bu halqa. Kür, Ənd, Samurdur. Bu halqa ümumi bizdə Kür, Ənd, Samurdur. Bu hissə ümumi bizdə 30-dur. Bu 30-un x-i bura qalıbsa, onda bu hissəyə də 30 minus x hissəsi qalacaq. Daha sonra isə deməli, bunu da qeyd elədik. Samur, Ənd, Araz 10-dur. Samur, Ənd, Araz. Samur, Ənd, Araz, baxın, bizdə bu hissəni əhatə eləyir. Samurla Ərazın ortağı, bu hissə. Deməli, buradan gəlsəm bura, bu hissə bizdə ümumi verilib 10-dur. Doğru mu? 10-dur, x-i bura düşürsə, onda bura qalacaq 10 çıxılsın x. Və daha sonra isə bizə verir Arazla Kürün ortağını. Arazla Kürün ortağı isə, baxın, bu hissə olacaq. Bax, buradan gələcəyik, Arazla Kürün ortağını da buradan tapacaq. Arazla Kürün ortağı da olacaq bura. Burada bizdə verilib nə qədər? 20. 20-nin x-i bura düşürsə, onda 20 minus x da bura düşəcək. Daha sonra, indi biz dairələrin içlərini müəyyənləşdirməyə çalışaq. Deməli, burada necə bir nəticə əldə edərəm? Bayaqki düsturla işləmək olardı əslində. Ev yox, o düsturla da gedərəm. Bax, düstur ilk baş adamın ağlına gəlmir. Deməli, onu nə eləyək? Bax, bu 170-dən bu 3-ünün cəmini çıxarır. Burada nəticə neçə olur bizdə? Gəlin qıraqdan yazaq. 20 çıx x, üstə gəlinsin x, üstə gəlinsin 30 çıx x.
Buradan bu x-lar gedir. 20 ilə 30 edir 50. Nəticə olur 50 çıxılsın x. Biz 170-dən çıxmalıyıq 50 çıxılsın x-i. İndi gəlirik bu hissə üçün hesablama aparmağa. Burada 30 çıxılsın x, üstəgəl x, üstəgəlsin 10 çıxılsın x yazılır. Bunlar gedəndə burada da qalır 40 çıxılsın x. Onda burada qalır 80 çıxılsın, 40 çıxılsın x. İndi gəlsən bura. Burada hesablamanı belə apararam. 20 çıxılsın x, üstəgəl x, üstəgəl 10 çıxılsın x. Buradan da bunlar gedəndə nəticə olacaq 30 çıxılsın x. Onda burada qalır 90 çıxılsın, 30 çıxılsın x. İndi bütün içlərin cəmi bizdə nə qədərdir? 285-dir. Onda gəlin bunu hamısını cəmliyə 285-ə bərabər götürək. Yazacaq onda belə. 170 çıx 50 üstəgəlinsin x. Çünki mötərizəni açanda düzəlir. Üstəgəl 30 çıxılsın x. Üstəgəl 80 çıxılsın. 40 üstəgəl x. Mötərizəni açanda işarə dəyişir. Üstəgəl 20 çıxılsın x. Üstəgəl x. Üstəgəl 10 çıx x. Üstəgəl 90 hissəsini qeyd edək. Gəlin ondan yuxarıdan yazın. Olsun burada. Üstəgəlinsin 90 çıxılsın 30, üstəgəlinsin x bərabər 285. Görək buradan nə alınır? Ümid edirəm işarələrdə səhv eləmədik. Deməli, x-lar gedəcək. Daha sonra plus minus x-lar gedəcək. Daha sonra buradan da bu x-lar gedəcək. Yerdə nə qalır? 170 deməli çıxılsın 50, buradan qalır 120. Üstə gəlinsin 30 eləyəcək 150. Doğru mu? Bura qədər gəldik 150 tapdıq. 150-nin üzərinə 80 gəlsəm, 150 tapdıq daha doğrusu. Bircə dəqiqə. 170-dən 50 çıxanda bizə nə verdi? 50 çıxanda qaldı 120. 120-nin üzərinə 30 gələndə elədik 150. 150-nin üzərinə 80 gələndə aldıq 230. Bundan 40 çıxanda aldıq 190. Bura qədər gəldik. Üzərinə 20 gələndə bu 20-dən söhbət gəlir. Aldıq 10. Onun üzərinə də yəni 210 aldıq. 210 üzərinə də buradakı 10-u gələndə aldıq 220. Üzərinə 90-ı gələcək. Olacaq 310. Bundan da 30 çıxacaq. Bundan da 30 çıxanda olacaq 340. Nəticədə qalır 340. 340. İndi üstəgəlsin x bərabər 285 alıram. Üstəgəl yox, çıxılsın x. Onda burada nəticəmiz nə gəlir? 340-dan çıxsam 285-i, nəticəm 50, buradan x olur 55. X 55 olacaq. Yox, onda səhv hesabladım. Bircə dəqiqə. Gəlin bir dənə düsturdan gedək. Düstur daha rahat olacaq. Burada çox böyük səhvə yol verdim. Çox ehtimal ki. 30 üstəgəl x, 30 çıx x, x, 20 çıx x. Yəqin hesablamada səhv oldu. Gəlin düsturdan gedək. Bircə dəqiqə. Deməli, düsturla getsəm, A or B or C 3-ünün ortağı verilib 285. Bu bərabərdə A üstəgəl B üstəgəl C. Yəni 170 üstəgəl 80 üstəgəl 90. Üstəgəl 3-ünün ortağı A and B and C verilməyib. Yazıram x. Çıxılsın A and B. Yəni Samur and Araz. Ardıcıl yazacağım da. Yəni çıxılsın 10, çıxılsın 20, çıxılsın 30. Belə bir yazılış alınır. Buradan onda nəticəmiz necə olacaq? 170 buradan gəlsə, 80 və 90 da oradan gəlsə olacaq 340. Bu cəm bizə verəcək 340. Üstəgəl x çıxılsın 10, çıxılsın 20, çıxılsın 30 bərabər 285. 340-dan da sırayla 10-u çıxsam 330 eləyəcək, 20-ni çıxsam 310 eləyəcək, 30-u da çıxsam 280 qalacaq. Buradan da yazacağım 280 üstəgəlinsin x bərabər 285. Buradan da x-imiz 5 alınmış olacaq. Bəli, nəticəmiz olacaq 5. Elə ən yaxşısı düsturla getməkdir. Sadəcə ilk başda ağlıma gəlmədi. Bu formada düsturla daha rahat şəkildə nəticəmiz əldə olunur. Cavabımız olacaq 3-ünün ortağı A and B and C 5. Daha sonra İndi baxırıq bura. Bizdən nə soruşulur? Qraf or ağac or diqraf sorulsunun nəticəsi. İçlər cəmi soruşulur bu dəfə. Əslində bunda o düsturdan gedə bilərik. Gəlin baxaq. Bircə dəqiqə görək buradan nə olunur. Deməli, ağac and diqraf, ağac and qraf, qraf and diqraf da sıfırdır. Aha, qraf and diqraf sıfırdır. Deməli, burada halqalar yanaşı çəkiləcək. Bax, deyək ki, bu birinci halqamız olacaq. Bu ikinci halqamız. Bu da üçüncü halqamız. Və bu halqaları elə adlandırmalıyıq ki, qraf burada olsun,
Ziqraf burada olsun ki, bunların ortağı olmasın, deyir, n sıfırdır. Qraf özü 90-dır. Ziqraf 62-dir və ağac var burada da, bu da 83-dür. İndi davam edirəm. Ağac + ziqraf 15-dir. Ağac + ziqraf, bax, bu hissədir. Bura bizdə 15-dir. Bura 15-dirsə, onda 62-dən 15 çıxaraq biz bu hissənin nəticəsini əldə edə bilərik. Burada olacaq 47. Qraf + ağac bizdə 20-dir. Qraf + ağac, bu hissə bizdə 20-dir. Onda 15 ilə 20-ni cəmləsəm, bu bizə verəcək 35-i. Və 83-dən də çıxsam 35-i, nəticə nə qalacaq? Qalacaq bizə 48. Onda burada olacaq 48. Daha sonra 20 buradırsa, ümumi halqa da 90-dırsa, 90-dan 20 çıxacam, 70 də bura düşəcək. Bizə deyir, orları tap, yəni içlər cəmini. İçdə nə tapdıq? 70, 20, 48, 15 və 47 tapdıq. Bu cəmdə bizə 90 buradan 48, 9, 4, 13, 138, 15 və 47. Nəticə olacaq ümumi 200. Cavabımız olacaq buna əsasən 200. Daha sonra davam edək növbəti sualla. Məlumdur ki, bu qədər məlumat ötürülüb. Vaxtın ilk yarısında bu qədərdir, qalan vaxtda da bu qədərdir. Ümumi dəqiqə ilə müəyyənləşdirmək lazımdır. Tamamdır. Deməli, ümumi həcmimiz 240 MB-dır. Deyək ki, T ümumi bu formadadır. Deyək ki, ilk yarısında, yəni T bölünsün 2-də V bu qədərdir. Bu vurulsun 221 bit bölünmüş saniyədir. Buradan 221 ilə 2 gedəndə qalır 220 bit böl saniyə. Yox, daha doğrusu belə deyək də, buradan axı biz T-ni müəyyənləşdiririk. 221 T yazaq da buradan. 220 T daha doğrusu. İndi ikinci yarısı, qalan vaxtda isə birinci yarı T bölü 2-dirsə, ikinci isə yenə T bölü 2 olacaq. Yarısı oradadırsa, yarısı da burada olacaq. T bölü 2 də 3 vurulsun 221 bit böl saniyə ilə ötürülür. Onda buradan da 221 ilə 201 gedəndə yenə qalır burada 3 vurulsun 220 T. İndi bunların cəmi də 240 MB. Onda yazıram 220 T üstə gəlsin 3 vurulsun 220 T bərabər bunlar bitlə daha. Onda 240 MB-lı bitə gətirəcəm. Bərabər 240 MB-lə bitə gəlmək üçün 223 bit nəticəsini yazmış oluram. Buradan 220-ni çıxartsam, nəticəni nə alıram? T üstə gəlsin 3T alıram. Bu bərabər 240 vurulsun 223 bit olacaq. Buradan 220 vurulsun 4T bərabər 240 vurulsun 223 alıram. Buradan T-ni müəyyənləşdirmək üçün 240 vurulsun 223-ü böləcəm 220 vurulsun 4-ə. 220 ilə 223 gedəndə 203, yəni 8 qalır. 8 ilə 4 gedəndə 2 qalır. 2 ilə 240 gedəndə nəticə olur 120. Bircə dəqiqə. 8 ilə 4 gedəndə 2 məxrəcdə yox, 2 sürətdə qalır. Bircə dəqiqə. Buradan səhv bir qeydiyyat aparmışam. Bunlar gedəndə burada qalır 2. 2 də 240-a vurulanda alınır 480 saniyə. Bizə deyir ki, neçə dəqiqə ilə ötürülmək olar? Onda bir dəqiqəm əgər 60 saniyədirsə, bircə dəqiqə. Buradan 480 saniyəm neçə dəqiqə olacaq? Bunu tapmalıyam. Bunun üçün də 480-i bölməliyik 60-a. Sıfırlar gedir. 48 ilə 6 gedəndə qalır 6. 6 gedən 8 dəqiqə. Cavab olacaq 8 dəqiqə. Bu qədər. Daha sonra 45-ci suala baxırıq. Buradan diaqram sorğusu üzrə tapılan səhifə sayı soruşulur. Gəlin baxaq. Deməli, baxaq indi buradan. Baxırıq ki, diaqram and qraf sıfırdır. Əla, onda biz yenə yanaşı çəkməliyik halqalarımızı ki, bunların ortağı olmasın. Deyək ki, bu ikinci halqamız olsun, buradan da üçüncü halqamızı çəkirik. Və bizə deyək ki, diaqramla qrafın ortağı yoxdur. Onda biri orada, biri burada olsun. Və ortada bir dənə də sxemimiz var. Diaqram nə qədərdir? Diaqramı bilmirik. Tamam, buranı soruşur. Yəni, birinci halqanı ümumi soruşur. Sxem bizdə 48-dir, qrafda 35-dir.
Davam edirəm. Diagram or qraf or sxem. Yəni bütün içlərin cəmi 83-dür. Qraf and sxem 30-dur. Qraf and sxem buradır. Bura 30-dursa, onda 35-dən 30 çıxacam, 5-i bura tapacam. Ümumi bax bu halqa 35-dir. Bu isə 30-dursa, onda bura 5 qalır. Daha sonra qraf and sxem dedim. Diagram and sxem. Diagram and sxem. Bu hissədə bizdə verilib 10. Onda 30 ilə 10-un cəmi bizdə 40 eləyəcək. 48-dən də 40 çıxacam, eləyəcək 8. Bu durumda bura qalacaq 8. İndi. Mən buranı bilmirəm neçədir. İçlər cəmi bizdə verilib nə qədər? 83. Buna əsasən bu x-i müəyyənləşdirə bilərəm. X üstə gəl 10, üstə gəl 8, üstə gəl 30, üstə gəl 5 bərabər 83. Buradan 18, 35 alıram nəticəni. 18-dən də 35-i cəmləsəm nəticəmiz olacaq 53. X üstə gəl 53 bərabər 83-ə əsasən x buradan 8-dən 5, 3 alınmış olacaq. Onda x-i buranı tapdıq biz 30. Bizdən soruşulur ümumi bu diagram halqası. Baxın, bu halqa ümumi soruşulur. Əgər onu burada 30-u buradadırsa, onda ümumini tapmaq üçün 10 ilə 30-u toplayacaq. Nəticə olacaq 40. Demək ki, ümumi diagram halqası 40 alınmış olur. Cavab olacaq ümumi 40. Daha sonra indi baxırıq bu suala. Deməli, rəng çaları verilib, rəng palitrası 214-dür. N bərabər 214. Buradan i bit, yəni rəngin dərinliyi eləyəcək 14 bit. 14 bit. A vur B isə bizə verilib 2048 vur 512. Yəni 2 üstü 11 vur 2 üstü 9. Ümumi 2 üstü 20. Biz bu məlumatlara əsasən h-ı müəyyənləşdirmək istəsək yazarıq. 2 üstü 20 vurulsun 14 bit. İndi bizə nə deyir? Deyir ki, şəkillər kameranın yaddaşında saxlanılır və bir neçə paketlər şəklində qruplaşdırılır. Aha. İndi və sürət budur, zaman da budur. Paketlərin, şəkillərin sayı müəyyənləşdirilir. Deyək ki, bu bizim bircə dənə şəklimizin həcmidir. Bir şəklimizin həcmidir. Biz burada 63 saniyə tələb olunursa, ümumi V-də varsa, onda biz bu VT-yə əsasən ümumi paket həcmi müəyyənləşdirə bilərik. Elə müəyyənləşdirsək, necə yazacaq onda? V bərabər 2 üstü 22 vurulsun 3 bit böl saniyə. T də bərabərdir 63 saniyə. Buradan H yazaq da. H bərabər 63. 3-ə vurulsa neçə eləyəcək? Bər başdan yazardıq. 3 dəfə 9. 3 dəfə 6, 18, 189 eləyir də. Onda bər başdan belə yazaq. Yazaq buradan h bərabər 189 vurulsun 2 üstü 22 bit. Aha. Bu bir şəkildir. Bu da ümumi paket şəkildir. Bizə nə deyir? Deyir ki, bir paketdəki şəkillərin həcmini müəyyənləşdirin, sayını müəyyənləşdirin. Onda 189 vurulsun 2 üstü 22-ni 14 vurulsun 2 üstü 20-yə bölsəm, burada şəkil sayını müəyyənləşdirə bilərəm. Bunlar gedəcək 4 qalacaq. 189 da 14-ə bölünsə 13,5 eləyir. Bircə dəqiqə. 13,5 4-ə vurulsa nə qədər eləyəcək? Olacaq 54. Burada olacaq 13,5. Bu da 4-ə vurulsa nəticə olacaq 54 dənə şəkil. Bu qədər. Simsiz ötürülmə vasitələri və simli. Simsiz ötürmə mikrodalğalardır, radio siqnallardır, A7. Simli ötürmə optik lifli kabeldir, koaksial kabeldir, bir də sarılmış cütlü kabeldir. BC-də gedəcək bura. Nəticə olacaq AY və BC. Bununla da biz DIM test toplusundan şəbəkələr bölməsini tam şəkildə yekunlaşdırmış olduq. Sağ olun.